Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 17-ci günündə imsaka doğru mələklərin seyr etdiyi bu məqamda bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Savabına inanaraq, fəzilətinə inanaraq, Allah Taala'ya doğru yönələrək, itayət və ibadət dolu gönül varlığı ilə imsaka oyaq və ayıq şəkildə qalxaraq, inamın işığında bizi izləyənlər, dualarım qoy sizinlə olsun. Bəli, yenə də yenilməz inam komandası Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün inamın işığında canlı efirdə görüşə gəldik. Bu görüşü, bu neyməti bizə lütf edən, canımız qüdrəti əlində olan Allaha sonsuz həmd və sənalar olsun. Bu xidməti həyata keçirmək üçün bizə şərait yaradan Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağın xilaskarı, Qarabağın Fatihi İlham Əliyev cənabları sağ olsun. Bəli, əziz izləyicilərimiz, bugün qonaqlarımı təqdim etmək istəyirəm. Məncə o qədər də təqdim etməyə ehtiyac yoxdur. Siz onları ekranda gördükdə xüsusi olaraq mütləq Mirniyaz Mürsəlovu, mənim əziz qardaşım, Quran ustadı, ölkədə milli, mənəvi, dini dəyərləri, birlik və bərabərliyi, vəhdəti, din-dövlət münasibətlərinin eləcə də möhkəmlənməsi yolunda layiqincə mücadilənin önündə olan Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, əxlaq və elm adamı, mənim əziz qardaşım Mirniyaz müəllim, xoş gördük. Sabahınız xeyirli, uğurlu olsun. Xoş gününüzə gələk, əziz seyirdim. Allah razı olsun. Xeyirli olsun. Cümləmizin, yorulmadınız. Estağfurullah, əziz seyirdim. Allah güc versin. Allah Taala mənəvi dəyərlərin işığında, Quranın nuru ilə, İslamın doğrularını, İslamın gətirdiyi qaydaları, Ramazanın fəzilətlərini neçə-neçə 10 illər Allahın izni, dövlətimizin himayəsi ilə insanları aşılamaq üçün, aşılamaq yolunda bizə verdiyi bu fürsəti dəyərləndirərək bircə inam komandası olaraq mücadilənin önündə olaq, bircə olaq. Çox əxlaqlı simasında da görünür, zahiri, batini bir, ilahiyyətdə olan müəllimlər, hər kəs onu alicənab, əxlaqlı adlandırır. Mən də dəfələrlə verilişimizə dəvət etdikdə o sifətləri onda gördüm. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı, alim Faiq Əhmədzadə. Xoş gəldiniz dəyərli qardaşım. Sabahınız xeyirli olsun. Xoş gördük, sabahınız xeyirli olsun. Millətimizin, xalqımızın da sabahı xeyirli olsun. Xeyirli Ramazanlar, bərəkətli Ramazanlar diləyirik inşallah. Amin. Gözəl dualar oldu. Əmrahı, Mirniyaz mənim təqdim etməyə o qədər ehtiyac yoxdur. Özü deyir, mən hər kəs deyir, məni tanıyır, biraz da utanıram deyir. Deyirəm, niyə utanırsan? Quranla səni tanıyırlar. Artıq Azərbaycan İlahiyyat İnstitutunun məzunudur, ilahiyyatçıdır, gənc ilahiyyatçı sayılır və gənc ilahiyyatçıdır elə. İnamın işığında yüz minlərin, milyonların könül dünyasını fəth edir, gözəl Quran avazı ilə, müqəddəs şəhidlərimizə, ulu öndərimizə, haqq sahiblərinə oxuduğu Quran kəlamları ilə artıq milyonların sevimlisinə çevrilməkdədir. Əmrah Eminov. İnam komandasının üzvüdür, əziz izləyicilərimiz. Gecə, gündüz bizlərlə bərabər bir komanda halında çalışır. Evlərinə belə getmir. İnanıram ki, Azərbaycan ilahiyyat elminə gələcəkdə çox böyük töhfələr verəcək, milli kadrlardan birinə çevriləcək. Zaten onsuz da artıq milli kadr sayılır. Niyyət bəllidir, hədəf bəllidir. Quran ayında birinci əsl haqq sahibləri, vətənimizin, dövlətimizin, əzəli və əbədi Qarabağ torpaqlarımızın işğaldan azadlığı uğrunda canlarını fəda etmiş Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidləri, qazi olublar, potensial qazilərimiz də bu arada izləyicilərimiz bilməyənləri bilsin ki, onlar da potensial şəhiddirlər. Ancaq onların içərisində
haqqın dərgahına qovuşan, vəfat etmişlər var. Onların da əziz ruhları üçün niyyət edəcəksən. Ayrıca bir niyyət edəcəksən, ulu öndərimiz, ümumilli liderimiz. Bunu təkrarlamaqda xüsusi bir fayda var ki, mənəvi dəyərlərimizin, mədəni irsimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz Heydər Əliyev cənablarının əziz ruhu üçün hədiyyə edəcəksən. Bu an ekran qarşısında bizi izləyən, dualarımıza amin deyən, ixlas, təqva dolu, yoğrulmuş könül sahiblərinin də vəfat etmişlər üçün, İnam komandasının burada iştirak edən, gecə-gündüz bilmədən Mirniyaz müəllim, Kövsər müəllim başda olmaqla, Vüqar müəllim və digərləri sadalamıram, gəlirlər. İbrahim müəllim, Faiq müəllim də buradadır. İnam komandasının da vəfat etmişlərinin də əziz ruhları üçün ehsan olsun. Ən azı borçlu qalmayaq. Doğrudurmu? Bəli. Elə isə ya Allah, Bismillah. Niyyət etdinmi? Bəli, Seyid. Təşəkkür edirəm. İcazənizlə. Və bu anda xanım redaktor deyir ki, Seyidim, niyə unutdunuz? Çox üzr istəyirəm. YouTube kanalımızda, İnamın YouTube kanalında və digər sosial şəbəkələrdə artıq bizim canlı yayımımızı izləyirlər. Onlara da salam və dualarımı göndərib, bizi izləyən, bizə dəyər verən izləyicilərimizin də hər birinin vəfat etmişlərinin əziz ruhu üçün niyyət etməyini, hədiyyə etməyini səndən xahiş edirəm. Estağfurullah. İcazənizlə. Ya Allah, Bismillah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne ashabel cennetil yevme fi şugulin fakihun. Hum ve ezvacuhum fi zilalin alel araiki muttakiun. Lahum fiha fakihatun ve lahum ma yedde'un. Selamun kavlen min Rabbir Rahim. وامتازوا اليوم أيها المجرمون ألم أعهد إليكم يا بني آدم ألا تعبدوا الشيطان إنه لكم عدو مبين وأن اعبدوني هذا صراط مستقيم ولقد أضل منكم جبلا كثيرا أفلم تكونوا تعقلون هذه جهنم التي كنتم توعدون اصلوها اليوم
بما كنتم تكفرون صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun könüllərin sultanı, yaradılmışların ən əşrəflisi, ən üstünü, axırın və əvvəlin seyyidi, İslamın günəşi, Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Qarabağ şəhidlərinə. Salam olsun diri şəhidlərimiz olan, Allah Teala can sağlığı versin, mübarək insanlara çevrilən Qarabağ aslanları olan qazilərimizə. Bir də salam olsun sübhün erkən çağında, inamın işığında bizə dəyər verərək, bizi izləyən çox dəyərli inamsevərlərin üzərinə. Əmrah, Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah razı olsun. Təşəkkür edirəm. Çox sağ Var olasan. Allah uğurlarını çoxaltsın. Əziz qardaşlarım, icazənizlə rahat bir müzakirə aparmaq üçün, rahat sualları qəbul etmək üçün öncədən sponsorları təqdim etsinlər. İcazəniz varmı? Allah razı olsun. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Hər birinə dualarımla təşəkkür edirəm. Allah Teala sponsorlarımızın, xalqımızın, dövlətimizin, ruzisini, xeylisi ilə bol qərar versin. Bəli, əziz qardaşlarım, sübhün erkən çağında gəldiniz. Ramazanın fəzilətlərini insanlarımıza bölüşmək üçün. Gələn ayaqlarınız var olsun. Könlünüz hər zaman fərəhlə bəzənsin. Eləcə də izləyicilərimizin. Əziz qardaşım, Ustad, ilk sualı belə ünvanlamaq istəyirəm. Ramazan onsuz da fürsət ayıdır. Bu fürsət ayında istəyirəm İslamın gətirdiyi qaydalar içərisində, Quran-ı Kərimin hökmlərinə dayanaraq münafiqliyə, ikiyüzlülüyə münasibət nədən ibarətdir? Ümumiyyətlə, münafiqlik nədir? Münafiqliyin İslamda yeri varmı və İslamın münafiqliyə münasibəti nədən ibarətdir? Söz sizin olsun. Təşəkkür edirəm, əziz Seyyidim. Allah sizə əziz qərar versin. Quranın təbirincə desək, münafiqlik açıq-aydın yalançılıqdır. Quran-ı Kərimdə Allah Teala münafiqliyi bizim diqqətimizə birbaşa yönətmək üçün Münafiqun surəsi nazil edib. Və bu surədə münafiqlərin
kafirliyin bir addımlığında olduğunu bildirir. Ve onların qəlbinin də mühürləndiyini bildirir. Peyğəmbərimiz buyurur ki, kiçik günahlardan özünüzü qoruyun. Çünki kiçik günahlar insanı daha böyüklərinə götürür. İlk baxışda insan kiçik günah işlədiyi zaman yəqin ki, Rəbbim mənim üçün bunu günah saymaz deyə düşünür. Amma o günah insan üçün adiləşdiyi təqdirdə artıq böyük günahlara yön alırsan, istiqamət alırsan. Böyük günahlarda vicdanən başlayır insanı narahat etməməyə. Münafiqlik elə əslində sizin dediyiniz kimi həm də ikiyüzlülükdür. Doğrudur. İnsanlardan gözündə başqa cür görünüb, daxildə başqa cür olmaq. Zahirdə müsəlman, daxildə küfür bəsləyən Bəli, münafiq. küfrü bəsləmək. Və Quran-ı Kərim də belə adlandırır. Elədir. Onlar sizə müsəlman olaraq görünürlər. Amma qəlblərində isə Allaha iman gətirmirlər və onun Peyğəmbərini yalancı sayırlar. Və onların qəlbini artıq qəlbləri mühürlənib, geri dönüşü olmayan bir zümrədir buyurur Quran-ı Hətta Kərim. geri dönüşü. Geri dönüşü olmayan bir zümrədir buyurur, bəli. Və Quran-ı Kərimin bu anlattıqlarından yola çıxaraq demək istəyirik ki, insanlar onun insanlar üçün asan görünən, rahat görünən və ya bəzən belə deyək, birindən söz aparıb başqasına çatdırmaq kimi və ya başqasına dost kimi görünüb arxada onun əleyhinə danışmaq, bunları bəzən adi qəbul eləyirik biz. Bayaq Peyğəmbərimizin də hədisini ona görə söyləmişdim. Artıq o bizim üçün adiləşir və getdikcə dini əmirlər qarşısında da bəzən belə düşünürlər. Biz bundan qarşılaşırıq. Bəzən dinin əmirlərini biz lağ obyektinə çevirənləri də görürük. Doğrudur. Hətta belə bir mübarək aydayıq. Bəzən Allah razı olsun fürsət yaranmışkən mən bunu mütləq qeyd edeyim. Orucluğu belə düşünənlər var çox təəssüf ki, bu dünyanın hər yerində bu cür düşünənlər var. Orucluğu sanki insanlara Allah əziyyət üçün göndərib. Halbuki elm inkişaf etdikdən sonra məlum oldu ki, orucun insana hansı faydaları var. Əziz deyilim, Quran-ı Kərimin bir ayəsi var. Mən amilə salihən fəli nəfsi. İnsan salih əməl edərsə, hər hansı bir salih əməl edərsə, o onun özü üçündür. Eyni zamanda insan hər hansı bir pis iş görərsə, yenə onun özü üçündür, onun özünə dönəcək. Hər kəs öz günahını daşısın. Bəli, bəli, hər kəs öz günahını. Bax, bu baxımdan da istər ikiyüzlülük edək, istər riyakarlıq edək, istər münafiqlik edək, bizim başqasına zərərimiz yoxdur. Biz onu yenə də özümüz üçün etmiş oluruq. Doğrudur. Allahın o qəti əmri gəldiyi zaman hesab günündə nə etdiyinin birbaşa özünə döndüyünü gördükdə peşman olacaq, amma o peşmançılıq da təbii Fayda ki, fayda verməyəcək. verməyəcək. Mükəmməl bir izahdır. Mükəmməl bir çağırışdır mühafizə olunmaq üçün. Faiq müəllim, minnətdaram sizə. Var olun. Buyurun. Ona görə deyirəm, hər gün gəlin. Bax, Kövsər müəllimdir, siz, bax, xüsusi olaraq və digər ilahiyatçılar sadalamıram. Hörmətli dekanınız Elnura xanım da gəldi, çox gözəl mesajlar verdi, sevgili Peyğəmbərimizlə, onun həyatı ilə bağlı və digər ilahiyatçılar. Faiq müəllim, münafiqin sifətləri hansılardır? Biz necə bilək ki, işarələri hansılardır? Bəzən biz bilə bilmirik, ayırt edə bilmirik. Ekran qarşısında 100 minlər sübün erkən çağında oyaq-vayıq şəklində bizi izləyirlər. Bilməyənlər bilsinlər. Bəzən bilmirik, 10 illər keçir, sonra bilirik ki, bu adam münafiqmiş, bu adam ikiyüzlüymüş, üzə gülüb arxada tənə edənmiş, tələ quranmış. Allah bütün xalqımızı, inananları və dininə, dövlətinə, bayrağına bağlı olanları üzə gülüb arxada tənə edənlərdən uzaq tutsun, mühafizə etsin. Amin. Və o cür insanlar ki var, münafiqdir, Allah onları ifşa etsin. Buyurun. Əziz Seyid, münafiqlik əslində çox böyük bir bəladır. Münafiqlik sadəcə dini cəhətdən yox, şəxsiyyətin yetərsizliyi, kifayətsizliyidir. İnsan üçün namərdlik hesab olunur. Münafiqliyin xüsusiyyətləri Quran-ı Kərimdə bir neçə yerdə
qeyd olunur, amma əsasən Münafiqun surəsində müəllim dediyi kimi orada qeyd olunur. Münafiqlər əslində qorxaq olan insanlardır. Quran-ı Kərimdə çox gözəl bir ifadə var. Münafiqun surəsində deyir, onlar küncə qıstırılmış kötüklər kimidir. Sanki hər kəs onların əleyhinə danışırmış kimi hiss eləyərlər. Ən böyük xüsusiyyətlərindən biri budur. Çünki kimlənsə nəsə danışarlar, qorxarlar ki, o danışdıqları şey onların əleyhinə dönər. Başqa bir xüsusiyyətləri dini rükünləri və yaxud da dinlə bağlı məsələləri bəzən məsxərə obyektinə çevirməyə başlayarlar. Sanki öz aralarında bu belə olmalıymış kimi və yaxud da dinin ciddi olan rükünlərini, Allahın əmrlərini sanki öz aralarında bir əyləncə məsələsinə çevirmiş olarlar. Eyni zamanda münafiqlər özlərini o yalanları ilə üzə çıxardırlar və yaxud da insanları dindən çəkindirən mesajları ilə ortaya çıxa bilirlər. Bəzi yerlərdə çox yüksək qəhqəhə çəkdikləri də qeyd olunur ki, dini rükünlər məsxərəyə qoyanda orada bir-birləri arasında qəhqəhə çəkmiş olurlar və bütün bunlar onu göstərir ki, əslində münafiqlik nə qədər çirkab və insanın içinə fəsad yerləşdirən bir xüsusiyyətdir. Biz onlara təşəkkür edirəm. Müniyyəz müəllim, biz onları necə tanıyacağıq? Bəzən illər keçir, tanıya bilmirik. Ətrafımızda, çevrəmizdə gəzib dolaşırlar, belə səmimi söyləyim. Amma zamanla bəzən tanıdıqda gec olur. Amma erkən tanımaq üçün, onları ifşa etmək üçün, onların hansı hal və hərəkətləri ilə, davranışları ilə biz onlara diqqət edib, bax, bunda münafiqliyin işarələri vardı deyəcək və ehtiyat tədbirləri həyata keçirəcək. Açıq söyləyirəm. Bəli, əziz Seydim, bayaqları mən o cümləni deyəndə ki, məsələn, orucu əziyyət olaraq, Allahın cəza olaraq göndərdiyini söyləyirlər. Bəli, bəli. Bax, Faiq müəllim də qeyd elədi ki, dinin rükünlərini, yəni o əsas sütun olan əmrlər ki var, ibadət xüsusilə sahəsində, namaz olsun, oruc olsun, bunları lağ obyektinə çevirirlər və oruç tutanları da lağ eləyirlər. Məsələn, bax, bu ayda onların artıq o nişanələrini görmək mümkündür. Özləri tutmadığı halda, Allahın o vacib olan, fərz olan əmrini yerinə gətirmədikləri halda oruç tutanları da məsxəriyə qoyurlar, lağ eləyirlər. Eyni zamanda namaz qılanları da o cümlədən. Axirət inancları olmadığı üçün, çünki Quran-ı Kərim deyir, onların qəlbi möhürlüdür. Onlar geri dönüşü olmayan bir zümrədir. Və onlar kafir olmanın bir addımlıqlarındadırlar. Məsələn, deyirlər, biz bugün deyirik ki, Tanrını rədd eləmir, Allahın varlığını rədd eləmir, digər məsələlərə biz buna müxtəlif adlar qoyuruq. Deyirik ki, deistdir və ya filan bir sürü adlar qoyuruq. Amma əslində? Halbuki bunların açıq adları var. Allahı qəbul eləyən ona dininə də təslimiyyət göstərməlidir və dinin əmrlərinə də təslimiyyət göstərməlidir. Bir hədis şərif yadıma düşdü. Buyurun. Bir bədəvi Peyğəmbər məscidinə gəlir və təbii ki, kobud birisi idi, çöldə yaşayan bir insan idi. İslam haqqında eşidir, öyrənmək istəyir və içəri girir, Rəsulullahın adını zikr eləyərək deyir ki, hardadır o? Digər sahabələr ayağa qalxmaq istəyir ki, sən Peyğəmbəri adıyla bu şəkildə çağıra bilməzsən, Peyğəmbər işarə eləyir, onları sakitləşdirir və buyur deyir, mənəm deyir Məhəmməd. Nə istəyir sənin Allahın bizdən deyir. Peyğəmbər o qədər gözəl bir metodla isindirici, qəlbi İslama isinsin və onun anlayacağı bir şəkildə gündə 5 vaxt namaz qılmaq deyir. Başqa namaz, başqa bir şey istəyir, nafilə namazlar var. Dilədiyin təqdirdə qılarsan, diləmədiyin təqdirdə qılmazsan. Başqa nə istəyir? İldə Ramazan ayı boyunca oruç tutmağı istəyir. Başqa oruc varmı?
Var deyil, nafilə oruclar da var. Amma onları istəsən tutarsan istə. Başqa nə istəyir? Zəkat verməyini istəyir, deyir. Və ya sədəqə də verə bilərsən, deyir. Bax, bu hədis-i şərifdə 3 əsas İslamın əsasını deyir Peyğəmbər orada. Namaz, oruc və zəkat. İstər Quran-ı Kərimdə Allah Taalanın ən çox vurğu elədiyi həm bu 3 əsas, həm Peyğəmbərimizin hədislərində bizim daim diqqətimizi çəkmək üçün hədislərində vurğu etdiyi bu 3 əsası lağ obyektinə çevirən, məsxərəyə qoyan, biz ona mədəni surətdə başqa ad qoya bilərik ki, bəlkə də bu da bizim o İslami dəyərlərimizdən irəli gəlir ki, başqasının qəlbini qırmaya, sındırmaya, amma münafiqliyin işarəsidir. Birbaşa özüdür münafiqliyin. Və ona görə də mən deyərdim ki, əslində Azərbaycan xalqı çox mütəvazi bir xalqdır, təvazükar bir xalqdır. Bu bir mənadır. Ona görə bu cür insanlara da tanıyır, əslində tanıyır. Münafiq deməsə, çünki biz belə qəbul eləmişik, Azərbaycan cəmiyyətində münafiq ağır bir kəlmədir. O hər adam üçün işlədilməz. Bəzən də deyirlər ki, qoy onun qərarını Allah versin. Münafiq olub-olmadığının qərarını Allah versin, amma biz desək də, deməsək də... Onlar özlərini ifşa edirlər. Bəli, Təşəkkür edirəm. Layiqli bir cavab aldım hər ikinizdən, xüsusi olaraq izahınızdan. Demək ki, ən çox Ramazan ayında münafiqlərin üzə çıxması fürsəti də var. Onu mən belə dəyərləndirirəm bu cavabı. Təşəkkür edirəm. Xanım redaktor, suallarımızdan qəbul edək. Hörmətli Seyid, Ər-Rəd surəsi 25-də buyurulur ki, Allahla əhd bağladıktan sonra onu pozanlar, Allahın birləşdirməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə fəsad törədənlər lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir. Mən ora dəvət elədiyiniz elm sahiblərindən öyrənmək istəyərdim. Allahla edilən əhd deyildikdə, onun birləşdirilməsini əmr etdiyi şeylər deyildikdə nəyi nəzərdə tutulur? Təşəkkür edirəm. Xanım redaktor, minnətdaram. Çox vacib bir sualdır. Siz Quran ustadısınız. Bugün Azərbaycanda yüzlərlə desək günah olar. Millərlə gənclərimizin formalaşmasında, Quran əxlaqı ilə tərbiyələnməsində rol alan ustadlardan, sayılı ustadlardan birinə çevrilmişsiniz. Yəqin orada qohumluq əlaqələri də vardır. Buyurun, söz sizindir. Estağfurullah. Bəli, Seydim, həm Əraf surəsində, həm Quran-ı Kərimin digər surələrində Allah əhdə vəfa məsələsi Quran-ı Kərimin yenə vurğu etdiyi məsələlərdən biridir. Xüsusilə Allahla bağladığımız əhdə vəfa məsələsi çox önəmlidir. Biz Quran-ı Kərimə baxdığımız zaman bəzən bizim üçün bu adi görünə bilər, amma Quran-ı Kərim vəd verib vədinə xilaf çıxanları da eyni zamanda biraz lənətləyir desək ağır alınar. Ancaq təhdid pisləyir, bəli, pisləyir o vəd verib vədinə xilaf çıxanları. Allahla əhd etmək, bunu bir çox mənada başa düşə bilərik. Allahın dinini qəbul etmək, onun eyni zamanda bir növ dininə sadiq qalacağına əhd bağlamaqdır. Amma daha sonralar dünya zevqləri insanı alladıb, onlardan kənara çıxdığı zaman Allahın hüdudu, qoyduğu hədlər ki var, o hədləri aşdığı zaman da insan yenə əhdinə vəfasızlıq göstərir. Və ya onun Peyğəmbərinin buyurduğu şəkildə yaşamaqdan bir növ uzaqlaşıb, yenə dünyanın o aldadıcı neymətlərinə uyub onun arxasınca getdiyi zaman bu dəfə Allahın Peyğəmbərinin əhdinə bir növ vəfasızlıq etmiş olur. Xəyanət var. Bəli. Yəni, ümumiyyətlə götürdükdə digər məsələlər də, məsələn, nəzir boyuna alırıq, nəzir qurbanı boyuna alırıq. Belə bir İslam hüququnda belə bir qurban növü var, nəzir qurbanı. İslam alimləri deyirlər ki, bu əslində Allahla öz aranda şifahi surətdə bir əhd bağlayırsan və dua edirsən ki, mənim bu niyyətim qəbul olsun, qarşılığında sənin yolunda qurban kəsib paylayaram. Bəzən olur ki,
burada inamın işığında da suallar gəlir. Deyir, boyun aldım amma sonra gücüm yetmədi. Təbii bu gücü Bəzən yetməyənləri... yetsə belə unudanlar da var. Bəli, bəli. Allah hər an, hər yerdə bizi görür. Amma bəziləri sizin buyurduğunuz kimi unudurlar. Bax, burada da yenə Allahın əhdinə bir növ vəfa göstərmir insanlar. Yəni, əhdə vəfa geniş bir məfhumdur. Quran-ı Kərimdən və Peyğəmbərin hədislərindən yola çıxsaq, ən böyük əhdə vəfasızlıq Allahın əmrlərinə, onun Peyğəmbərinin buyurduqlarına qarşı vəfasızlıqdır. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Xatırlamadım hansı surənin ayəsindəndir. Ola belə yanlış edirəm. Hər ikinizdən üzr istəyirəm. Belədir təxmini mənası. Zümerdədir. Yoxsa insana zərər toxunduqda tövbə edərək Allaha yalvarar. Allah öz dərgahından ona bir nemət əta etsə, o əvvəlcə kimə dua etmiş olduğunu unudar. Allah və Peyğəmbər yolundan çıxar. Yəni, mənası belədir məncə. Bilmirəm, yəni hansı xatırladım bunu. Çox təəssüf olsun ki, bəzən biz Allaha verdiyimiz vədləri xəstə oluruq, sağaldıqda unuduruq. Çətinlik içərisində yaşayırıq, güzaranımız yaxşı olur, unuduruq. Şeybi yoxdur, sabah edərik, bir də baxırıq, ömür belə vəfa etmir. Allah Teala verdiyimiz vədləri həyata keçirmək üçün əziz izləyicilərimiz, hər birimizə vədlərimizi yerinə yetirmək üçün vəfalı qərar versin və fürsət versin xeyirlisiyle. Təşəkkür edirəm. Buyurun. Sabahınız xeyir olsun. Sizi də qonaqlarınızı salamlayıram bu mübarək ayda. Tutduğumuz oruçlar, qıldığımız namazlar qəbul olsun inşallah. Mənim 2 sualım var idi. Birinci sualım bundan ibarət idi ki, mən dünənləri biraz imsakın vaxtına gecikmişəm və vaxtından 2 dəqiqə keçmişəm. Amma sonra orucumu tutmuşam. Mənim dünənki orucum sayılır, yoxsa qəzası varmı? Bir sualım da ondan ibarət idi ki, son zamanlarda eşitmişəm, deyirlər ki, namaza başlayanda misal üçün, deməlisən ki, sübh namazı qılıram, vacib qürbətən iləllah. Orada sözü iləllah deməliyəm, yoxsa illəllah? Zəhmət olmasa cavablandırardınız. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm. İnanın, 10 minlərlə sualların içərisində bax, belə bənzər, niyyətlə bağlı suallar var. İşimiz nədir? Dövlətimiz bu mümbit şəraiti yaradıb. Azərbaycan İlahiyyat İnstitutunun milli kadrları ilə, sözün həqiqi mənasında əsl elm, irfan adamları ilə cavablandırmalıyıq. Faiq müəllim, buyurun. Niyaz müəllim biraz istirahət etsin. Niyaz müəllim bizim də müəllimimiz olub. Həmişə bu mənada bizə də dəstək olub. Bugün biz dəstək olaq biraz. Deməli, bəli, buyurun, danışın. Xanımın birinci sualına cavab olaraq qeyd edeyim ki, əgər 2 dəqiqə deyirsə, orada bilmədən olubsa, inşallah ki, onun elədiyi, tutduğu oruc qəbul olar. Və yaxud da, yəni əslində imsak vaxtı biraz ehtiyat vaxtı kimi qəbul olunur. O cədvəldə də göstərilir. Cədvəldə, bəli, ehtiyat vaxtı kimi qəbul olunur. Əsasən səhər namazına qədər olan vaxt kimi götürülə də bilər. Yəni, burada xanımın orucu inşallah qəbuldur Allah dərgahında. Çünki 2 dəqiqə söyləyir. Bəli. Çox üzr istəyirəm, onsuz da Qafqaz müsəlmanları İdarəsinin imsak vaxtında ehtiyat vacib nəzərdə tutulub. Bəli. Bu faktdır. Bəli, buyurun. İkinci sualına gəlincə, bu ən çox deyilən suallardan biridir. Niyyət eləyəndə Azərbaycanca da niyyət eləmək olar. Yəni, 2 rükət namaz qılıram, Allah rızası üçün də deyib, beyindən keçirtmək olar. Amma bunu bir sistematik hala gətirdiyimiz üçün o niyyətdəki cümlənin əsas mənası bundan ibarətdir. Ərəb dilində gedir. Qurbətən Allaha yaxınlaşmaq üçün qarib, əqrəba sözü məsələn buradan gəlir, yaxın durmaq. Bir də ilallah. Buradakı ilallah Allaha yönəlmək üçün. İllallah deyiləndə Allahdan başqasına yönəlmək üçün nəzərdə tutulur. Ona görə burada o l-nın birinin doğru şəkildə ifadə etmək lazım. Deyilməməsi lazım. Yəni necə deyilməlidir? Bir l ilə deyilir, ilallah
deyə Allaha yönəlmək üçün niyyət edirəm mənası verir. Azərbaycan dilində desə nə olur? Azərbaycan dilində desə də olar. Niyyətdə hansı dilin olması vacib deyil Seyid. Bəli. Yəni əsas odur ki, o niyyət xalis olsun. Keçən proqramda qeyd elədim. Əd-dinu nəsihatun, yəni din səmimiyyətdir. Yəni dini səmimi bir şəkildə mən yaşayıramsa, o namazı tam səmimiyyətimlə Allaha yönələrək, ixlasla qılıramsa, orada niyyətin hansı dildə olması mühüm deyil. Üzr istəyirəm, yəni ərəb dilində və ya başqa bir dildə deyib sonra o niyyətə sadiq qalmamaq, bayaq müəllimin qeyd elədiyi kimi əhdə vəfa göstərməmək, o zaman ibadətə problem təşkil eləyə bilər. Bir də bir məsələ var. İnsanlarımız çoxlu sayda bu şəkildə niyyət etmədiklərini söyləyirlər. Xanım redaktor indi mənə söylüyor. Deyirlər, onda bizim namaz ibadətlərimiz batilmi sayılır? Xeyr, təbii ki. Əgər yanlış olaraq o cür ifadə ediblərsə. Deməli, tələbələrin də içərisində ən çox verilən suallardan biri budur ki, məsələn, orucluq ayı başlayanda, Ramazan ayı başlayanda müəllim, niyyəti axşamdan etməliyəmmi filan. Onsuz da səhər imsaka qalxırsa, bu adam niyyət eləmiş sayılır. Elədir. Və yaxud da səhər qalxır bir şey yemirsə, gec qalxanlar da ola bilir. Gec qalxıb bir şey yemirsə və o gün axşama qədər oruc tutmuş olursa, onsuz da bu adam niyyət eləmiş olur və onu sözlə demək və yaxud da səhər oruç tutacam, Allaha yaxınlaşmaq üçün demək o qədər də mühüm deyil. Namazda da hansı namaza qalxdığını beynindən keçirtməsi əslində kifayət edir. Onsuz da Allah bütün gizlinlərdən və könüllərdəkilərdən agahdır. Allah razı olsun. Çox təşəkkür edirəm. Suallarımız çoxdur. Birini dərhal qəbul edək. Buyurun. Sizin hər vaxtınız xeyir olsun. Dünya müsəlmanlarını da Ramazan bayramı günü münasibətilə təbrik edirəm. O cümlədən də inam verilişinə uzun ömür arzulayıram. Sizdən bir xahişim var. Biz qurban keçmək istəyirdik. Deməli, qurban deyən adam yaxın vaxtlarda rəhmətə getdi. Qurban qaldı belə, kəsilmədi. Deməli, bunun rəhmətə gedənin 40-ı çıxdıqdan sonra mən bunu məscidin imamına müraciət elədim. Onunla məsləhət aldım. Dedim ki, bunu belə, bu qurbanı aparıb, satıb, elin fonduna, el üçün vermək olar ya yox. O da dedi, Allah qəbul eləsin, yaxşı olar, gözəl işdir, savab işdir. Mən də həmin heyvanı apardım, bazarda satdım. Həmin pulu gətirdim elin fonduna, el üçün, cəmaat üçün iyanə elədim. Bu nə dərəcədə doğrudur? Xahiş edirəm, bana bu barədə bir məlumat verəsiniz. Çox sağ olun, hörmətli olasınız. Çox sağ olun. Allah sizləri də hörmətli olanlardan qərar versin. Miryaz mənim sualı eşitdiniz. Bəli. Buyurun. Əziz Seydim, təbii ki, bu cür hallar zamanı insanlar nə edəcəklərini həqiqətən bəzən bilmirlər. İzləyicimiz çox doğru qərar verib və məscidin imamı da düzgün istiqamət verib. Həmin qurbanı kəsib Allah yolunda ehtiyacı olanlara da paylamaq mümkün idi və ya onu satıb pula çevirib yenə Allah yolunda ehtiyacı olan insanlara xərcləmək məqsədə uyğundur. İzləyicimiz də deyir ki, elin istifadəsinə verdik. Biz bilirik ki, Azərbaycan xalqı öz dəyərlərinə sadiqdir. Onlar məscidlərimizdə və ya qəbrəstanlıqlarda xüsusi şərait yaradırlar, çadırlar üçün, məclislərdə istifadə üçün. Böyük ehtimal izləyicimiz də bu şəkildə onların istifadəsinə verib. Yəni təqdir olunasıdır. Bəli, doğru bir iş görür. Görüşlərin hər birində münasibət belədirmi? Bəli, bəli. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salam, axşamınız xeyir. Mənim sualım belə idi. Oruç tutan bir qadının yoldaşı əgər oruç tutmursa, tutduğu orucun yarısını ona hədiyyə edə bilərmi? Yoxsa tamamilə hədiyyə eləməlidir? Yəni, bu iş səbəbilə tuta bilmir deyin. Onun üçün
yəni tutduğum orucun yarısını ona hədiyyə edə bilərəmmi? Yarısı, yəni onun yarısı mənim. Allah razı olsun. Xanım doktor, təşəkkür edirəm. Bax, belə suallardan niyə yorulaq ki, demək, xanım həyat yoldaşına söylədi də, yanlış etmirəmsə. Adam könlünü ona verib bu anlaşılandı. Amma fərdi ibadəti necə bölüşəcəklər? Bax, onun cavabını ustad cavab verəcək. Quran alimi, Quran ustadı Mirniyaz müəllim. Buyurun. Əziz Seydim, siz əslində sualı cavablandırdınız, Allah razı olsun. Öyrənirəm sizlərdən. Estağfurullah. Baxın, gez-gez gəlsəniz, sizi çağırmayıb suallar özüm cavablandıracağım. Estağfurullah. Allah razı olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi oruc və namaz fərdi şəkildə Allah Taala'nın insanlardan istədiyi ibadət növüdür və bu ibadət növlərinin savabı da birbaşa fərdin, bəndənin özünə yazılmış olur. Amma İslam alimləri deyirlər ki, savabı xəsislik etmədən sevdiklərinə də paylaşa bilərsən. Amma oruc ibadətinin savabının yarısı mənim, yarısı digərinin şəklində bölmək təbii ki, zahiri olaraq İslam şəriətinə görə düzgün deyil. Mümkünsüzdür. Amma bunu da qeyd edək ki, övlad olaraq görüşlərdən birinə görə, İslam hüquq məktəblərindən görüşünə görə böyük övladın üzərinə vacib olur ki, valideyn dünyasını dəyişdikdən sonra əgər onun qəza namazları varsa, əgər onun qəza orucları varsa, onları yerinə yetirsin ki, axirətdə Cəfəri məzhəbində. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Faiq müəllim, fədakar Azərbaycan xanımı, fədakar Azərbaycan qızı, könüllərin sultanı necə söylədi? Sevən sevdiyinin tənidir, sevən sevdiyinin bərabəridir. Görürsünüz, adam gün çıxandan gün batana kimi oruç tutur, işi ilə bağlı həyat yoldaşı oruç tuta bilmir. Ancaq könlündə olan, ona olan sevgidən, rəğbətdən, o fərdi ibadət olan orucun savabını belə paylaşmaq istəyir. Məncə ortada İslami baxımdan doğru olmasa da fədakar bir Azərbaycanlı xanımın obrazı var. Mən belə düşünürəm Ramazanda. Sözünüz varmı? Əslində xanımın səmimiyyətinin təzahürüdür bu dediyi sözlər. Eyni zamanda bizə analarımızın da fədakarlığını xatırladır. Allah razı olsun, təşəkkür edirəm. Növbəti sual. Salam, sabahınız xeyirli olsun. Allah qıldığınız namazları, tutduğunuz orucu qəbul etsin inşallah. Sizə bir sualım olacaq. Əgər bir insan tövbə edib və o tövbəsini pozursa, bunun Allah qatında nə kimi cəzası var və o insanın bağışlanma kimi bir şansı varmı? Təşəkkür edirəm, minnətdaram. Faiq müəllim? Quran-Kərimdə bir ayə var. Bir insan tövbə edərsə, o tövbəsini pozarsa, yenidən tövbə edərsə, Allah bağışlayar. Bu bir neçə dəfə davam edərsə, təkrarlanarsa 3-4 dəfə vərdiş halına gələr və o zaman qəbul edilməz. Yəni orada artıq o müminin səmimiyyətinə inanılmaz mənasında. Çalışmaq lazımdır ki, tövbə etdikdən sonra onu pozduqda insanıq, nəticədə nəfsimizə məğlub ola bilirik. O tövbəsini pozduqdan sonra yenidən tövbə edərsə, Allah inşallah qəbul edər deyərək belə inanaq. Təşəkkür edirəm. Mirniyaz müəllim, tövbəni pozmağa vərdiş edən çoxlu insanlarımız var. Mən niyə bu fikri əsaslı şəkildə deyirəm? İllərdir ki, İnamın işığında çoxlu sayda gələn siz bir sinam komandasının üzvü olaraq suallar içərisində görürük ki, biri yazır ki, mənim həyat yoldaşım filan zərərli vərdişə alışqanlığı vardı. Hər gün tövbə edir, yenə də o belə deyək, o zərərli vərdişlərin aludəçiliyindən əl çəkmir. Yaxşı, hər gün tövbə edən, tövbəni pozan, bunların bir axirət hesabı varmı? Bir axirət cəzası varmı? Əlbəttə, əziz Seydim, həm bu dünyada cəzası var İslam şəriətinə görə, həm də axirətdə cəzası var. Bu dünyada tövbəni pozduğun təqdirdə İslam şəriətinə görə kəffarə ödəyəcəksən. Bu bir mənalıdır. Bu bir mənalıdır, bəli.
eyni zamanda bayaqları biz dedik, tövbə də elə əslində Allaha verilən bir əhddir. Allahla bağlanmış bir əhddir. Yəni vəddir. Yəni tövbəni bu qədər adiləşdirmək insanların gözündə həqiqətən doğru deyildir. Çünki biz nə qədər desək də tövbə həm də etdiyin günaha görə peşmançılıq hissidir. Amma bu peşmançılıq hissi insanda bir yəqinlik yaratmalıdır. Yəqinlik yaratmalıdır ki, mən nə bəşəri dəyərlər baxımından, nə dini baxımdan doğru bir əməl etmədim, doğru bir hərəkət etmədim və bunu insan özü-özünə bağışlamırsa, özü-özünə rəva görmürsə, ondan sonra artıq Allahın qarşısına çıxıb və tövbə etmək üçün biz deyirik, insan təmiz olmalıdır, Allahın huzuruna çıxacaqsan, onunla müxatab olacaqsan və ona söz verəcəksən. Bu şəkildə insanlar tövbəsini pozursa, artıq bir növ, belə deyək, o münafiqliyin də bir xüsusiyyətini qazanmış olur, o yalancı xüsusiyyətini qazanmış olur. Məsələn, Quran-ı Kərimdə biz bayaqları qeyd etdik, Münafiq surəsində, onlar Allahın adına yalandan and içərlər deyir. Çox maraqlıdır. Həm də bu çox maraqlı bir nöqtəyə toxundunuz. Xanım Viktor, qoşarsınız sualı. Çoxlu suallar var, ona görə deyirəm. Bax, buradan bir yola çıxırıq ki, həssas bir nöqtəyə toxundunuz. Demək ki, insan Allaha verdiyi vədləri, etdiyi tövbələri ardıcıl olaraq alışqanlıq dərəcəsinə gətirib çatdırarsa, münafiqlik dərəcəsinə yüksələ bilir. Əlbəttə. Yəni, biz onda onları münafiq adlandıra bilirik. Əlbəttə. Yəni, münafiqlər də verdikləri sözü tutmazlar, arxasında durmazlar. Və bir növ astanasındadır münafiqliyi. Onda geri çəkilsinlər, belə dua edək. Təşəkkür edirəm. İcazənizlə sponsor vaxtıdır. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Bəli, əziz qardaşlarım, çox dəyərli alimlərimiz, suallarımız 10 minlərlədir. Ona görə dərhal ardıcıl sualları qəbul edək. Hazırsınızmı? Allah sizləri qorusun. Allah sizləri inamın işığında daim var etsin. Buyurun. Sabahınız xeyir, hamınızı salamlayıram. Hamınızın Ramazanı mübarək olsun. Şükür Allahın məsləhətinə ki, bizim Azərbaycanda belə bir proqram var. Çox sevinirəm. Mən özüm Türkiyədə yaşayıram, burada ailəliyəm. Sizdən bir sual vermək istəyirəm. Bunu həmişə eşitmişəm, görmüşəm. Həmişə bunun belə marağında qalmışam ki, bu nə qədər düzdür, səhvdir. Sizdən bunu öyrənmək istəyirəm. Elə insan var ki, məsələn, qurban deyir, qada qurbanı da. O qurbanın ətindən yemir. Bu nə qədər düzgündür, nə qədər yanlışdır. Xahiş edirəm bu haqda mənə məlumat verəsiniz. Hamınızı yenidən salamlayıram. Allah cümləmizi Ramazan bayramına qovuştursun. Şükür qovuşturana. İlahi amin. İlahi amin. Bizə dəyər verən dəyərli izləyicimizə təşəkkür edirəm. Və bu arada bunu da xüsusi vurğulamaq istəyirəm ki,
fərqli ölkələrdən, müsəlman ölkələrindən ayrıcı olaraq və digər ölkələrdən bizi çoxlu sayda soydaşlarımız izləyir. Qardaş Türkiyədən arıcı olaraq bizə zənglər gəlir. Türkiyəli qardaşlarımız, öz soydaşlarımız. Allah Teala Türkiyəmizi, Azərbaycanımızı qorusun. Sualı cavablandırın. Kim cavablandırır? Faiq müəllim, buyurun. İcazənizlə. Deməli, burada iki dənə məktəbin məsələsi var. Hər iki görüşün münasibəti. Bəli, iki görüş var. Türkiyə daha çox əhl-i sünnə olduğu üçün xanım çox yaxşı vurğuladı ki, Türkiyədə olduğunu qeyd elədi. Əhl-i sünnə olduğu üçün əhl-i sünnə... Sizin işiniz asanlaşdırdı. Buyurun. Bəli. Anlayışına görə qurban əti nəzirdirsə, o qurban ətindən yeyilməz. Onu ümumiyyətlə bütünlüklə paylamaq və yaxud bütünlüklə vermək lazımdır. Lakin Şiə məktəbinə görə, Cəfər məktəbinə görə qurban ətindən yemək olar. Lakin qurbanın necə nəzir elədiyinə də baxmaq lazımdır. Niyyətə bağlıdır. Əgər bir adam deyirsə ki, mən qurban kəstirəcəm və ətindən yeməyəcəm, özüm yeməyəcəm, o zaman yeməməlidir. Əgər qurban kəstirəcəm, hamısını paylayacam deyirsə, hər birini, bütün əti paylamalıdır. Yox, əgər belə bir niyyət eləməyibsə, niyyətində bu yoxdursa, o zaman özü də o qurbandan istifadə eləyə bilər, yeyə bilər. Təbii ki, şəxsin niyyətinə və davranışına bağlı bir şeydir bu. Şiə məktəbində buna icazə verilir. Məncə iki görüş deyə ənənəvi. Bir görüş belə, bir görüş belə. Onsuz da izləyicilərimiz bilir. Müəllim yanında ilahiyyatçı kimi, artıq bir digər bir alim kimi sualları cavablandırmaq çoxmu məsuliyyətlidir? Təbii ki... Mən bildiyim qədər Miryaz müəllim sizin müəlliminiz olub. Bəli, Miryaz müəllim bunu qürur duyaraq və fəxr edərək deyirik. Bizim Quran oxumağımızda çox böyük rolu olan müəllimimizdir. Sadəcə Quran oxumağı bizə öyrətmir. Bununla yanaşı dərslərdə bizə həyat dərsi də izah eləyərdi. Bizim təcrübəsizliyimizi görüb bizə onları izah edər, anlatardı. Ona görə Miryaz müəllimin yanında çox vaxt biz səssiz durarıq. Daha çox özü bu mənada istəyirik ki, elmindən istifadə eləyək, daha çox danışdıraq müəllimimizi. Ona görə bu verilişdə biraz susqun qalırıq. Təşəkkür edirəm. Gözəl bir cavabdır. Mən onda ehtiyat vacibə görə biraz sualları verdikdə ehtiyatlı davranmalıyam. Təşəkkür edirəm. Yəni, bunu sadəcə əziz izləyicilərimiz, ona görə bildirdim ki, bu da Azərbaycanın mənəvi mühitində böyük bir uğurdur ki, Diyanət elminə, İslam elminə könül vermiş və bu dəyərləri aşılayan artıq özümüzün milli kadrlarımız var və Ustad Miryaz müəllimin tələbəsi ilə bərabər bugün bir İlahiyyat İnstitutunda birgə çalışması və iki alim olaraq sualları cavablandırılması tək İlahiyyat İnstitutunun deyil, Azərbaycanın mənəvi mühitinin mən uğuru kimi qiymətləndirirəm. Hətta Seyidim, çox üzr istəyirəm, bir şey də xatırladım. Bəzi müəllimlər olar ki, tələbələrini qısqanar. Bəli. Və biraz irəli getməsinin qarşısına var. Mənə rica edir ki, mən də deyirəm, əmr et, belə etmə, deyir ki, çağıram sizi. Miryaz müəllim, biz İlahiyyat İnstitutuna, əvvəldə İlahiyyat fakültəsi idi, fakültəsinə... Allah Vasif müəllimə də rəhmət etsin, Vasif Məmməd Əliyev Akademi. Başladığımız andan etibarən Miryaz müəllim hər zaman öz dəstəyini bizim üzərimizdən əski eləməyib. Sadəcə mən deyil, bu adım bayaqdan çəkdiyiniz Kövsər müəllim də eyni şəkildə bizi hər zaman dəstəkləyib və bir neçə tələbəsi var İlahiyyat İnstitutunda çalışan, sadəcə biz ikimiz deyilik. Təşəkkür edirəm, minnətdarım. Elə onun gəldiyi o mübarək soy ona bunları mütləq ruhuna, qanına, canını hopdurub, o başqa cürdə ola bilməzdi. Buyurun, növbəti sual. Təşəkkür edirəm bu səmimi məlumata görə. Buyurun. Sabahınız xeyir olsun. Qısa sual verəcəyim. Stolun, masanın üstündə səcdəyə getmək olar, yoxsa oturan yerdə tam əyilmək lazımdır? Təşəkkür edirəm. Allah Teala bütün xəstələrimizə şəfa ihsan etsin. Buna da bənzər onlarla suallarımız var. Miryaz müəllim, buyurun. Sağlıqla, səhhətlə bağlıdır təbii ki. Əziz Seydim, bizim dinimiz
və dinimizi bizə nimət olaraq göndərən Rəbbimizə sonsuz həmd olsun. Özü də Quran-ı Kərimdə buyurur ki, o bəndələrinə zülm edən deyil. Elədir. Yəni, Rəbbimiz bizə əziyyət verməz. Və bu baxımdan ibadət də yenə insanların sağlamlığını nəzərə alır və şəriət də bu barədə bəzi imtiyazlar gətirir. Həm yaşlı olduğumuz zaman, əyilib qalxmaq əziyyət verdiyi zaman namaz əsnasında, həm xəstə olduğumuz zaman nəinki masanın üzərinə səcdə edə bilərik. Önəmli olan şərt burada namaz qıldığımızın, səcdə etdiyimiz yerin təmiz olmasıdır. Bütün İslam hüquq məktəblərinin görüşü bir mənalıdır burada. Amma oturaraq da ibadət eləyə bilərik, alnımızı masanın da üzərinə qoya bilərik. İşarə ilə də edə bilərik. Nəinki masanın üzərinə qoya bilərik. Hətta yerimizdən qalxa bilmiriksə, uzandığımız yerdə göz işarələri ilə, başımızı tərpədərək, səcdə və rükunu bu şəkildə ifa edərək ibadəti icra edə bilərik. Yetər ki, Rəbbimiz bizim o səmimiyyətimizi görsün. Çətinləşdirməyin, asanlaşdırın, söyləmədimi? Və hər dəfə canlı efirdə bunu ideoloji baxımdan, dinin gətirdiyi qaydaları insanlarımıza maarifləndirmə işinin təşkili baxımından söyləyirəm. Deyirəm, Quran-ı Kərimi oxuyun, hədislərə nəzər salın, baxacaqsınız ki, Peyğəmbərimizin buyurduqları, Allahın hökmləri bir mənalı olaraq bəndənin mənafiyinə hesablanıb. Hətta ən çətin, ağır bir şəraitdə belə Allah bizlər üçün asan yol göstərib. Yetərli olan söylədiyiniz kimi təslimiyyətdir, ixlasla, ilahi təqva ilə ona doğru yönəlməkdir. Biz ona doğru yönəlməyib, başqa dostlar axtaranda, başqa dostlarla aylar, illər keçdikdən sonra, bizə xəyanət etdikdə, hətta telefonumuzu belə açmadıqda deyirik, buna bax, dövran dəyişdi. Buna görə birinci öz sahibimizə arxalanacağıq. Ondan diləyəcəyik və düşünün ki, əziz izləyicilərimiz, çox üzr istəyirəm, əziz izləyicilərimiz düşünün ki, ondan da yaxın dostumuz yoxdur. O vəfalıdır, o mərhəmətlidir, o rəhimlidir, o şəfqətlidir, o təmənnasızdır. Təmənnasız qapıları açan odur. Onun qapısına doğru getmək, o açıq qapıdan keçmək isə iman dolu, könül sahibliyindən keçir. Bağışlayın, belə söylədim bunları da. Buyurun. Salam, hər vaxtınız xeyir, hamınızı salamlayıram. Ətrafda bu qədər bilgi kirliliyinin olduğu bir dövrdə bu qədər gözəl veriliş hazırlanmağınıza görə sizə hər birinizə çox təşəkkür edirəm və çox sağ ol deyirəm. Və bizim əziz Faiq müəllimimiz, BDU Tarix Fakültəsi kimi tələbələrin dini bilgiləri doğru, düzgün anlamağa möhtac olduğu, lazım olduğu bir yerdə bizə dini, məzhəbçilikdən uzaq, doğru, düzgün, obyektiv şəkildə anlatdınız və mənəvi cəhətdən ürəklərimizi toxunduğunuz üçün sizə buradan çox tələbəniz olaraq çox təşəkkür edirəm və sualım belədir. Quranın say möcüzələri haqqında məlumat versəniz, yəni Quranın rəqəmlərlə, saylarla bağlı möcüzələri haqqında məlumat versəniz biraz çox məmnun olaram. Əvvəlcədən çox təşəkkürlər. Təşəkkür edirəm. Allah razı olsun. Biz müəllimlərə tələbələrinin səsli mesaj göndərər inanmışlığında xoş sözlər deməsi ənənəsi var və biz bəzən yüzlərlə olur, biz birini canlı efirə daşıyırıq. Şəxsən Mirniyaz müəllimin timsalında xoş oldu bu. Yüzlərlə təşəkkürlər gəlir. Biz çalışırıq onlardan birini canlı efirə daşıyaq. Bugün də növbə sizin də, buyurun. Çox sağ olun, təşəkkür edirəm. Xanıma da... Tanıdınız mı tələbəniz? Təbii ki, səsindən tanıdım. Bu bir, hər halda Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən tələbəmizdir. Allah qorusun. Və orada çox böyük bir təcrübə də topladıq. Buradan bu şəraiti yaradan Yaqub müəllimə, Yaqub Mahmudov müəllimə təşəkkür edirəm. Akademikimiz, o çox dəstək oldu Tarix Fakültəsindəykən. Xanımın sualına gəlincə, Quran-ı Kərimdə rəqəm möcüzələrinin olduğunu qeyd edənlər var. Məsələn, nə kimi?
Nun surəsi var. Nun hərfi ilə başlayır və bəzilər onun Nun surəsi deyir. Burada nun hərflərinin sayının bölünəndə tam rəqəm çıxdığını, yəni ikiyə bölünəndə tam rəqəm çıxdığını qeyd edirlər və ya Bismillahirrahmanirrahim sözündə 19 hərf var. Bu 19 hərf möcüzəsi qeyd olunur. Deyilənə görə bu 19 hərfi bir çox yerdə, Quranın bir çox surələrində istifadə edirlər və məsələn bəzi sözlər Quran-ı Kərimdə eyni zamanda qiyamətlə bağlı cənnət və cəhənnəm sözlərinin eyni olduğu qeyd olunur, eyni sayda olduğu qeyd olunur, xeyir və şər sözlərinin eyni sayda olduğu qeyd olunur. Hətta gün sözünün 365 dəfə keçdiyi qeyd olunur. Lakin bunların bəziləri doğru, bəziləri isə doğru olmayan məlumatlardır. Bunun üzərində durub Quranın bu mənada möcüzə olduğunu demək çox da məntiqə uyğun gəlmir. Çünki bu hesablamalar 1400 il bundan əvvəl ərəblərin hesablanmadan inandığı bir kitabdır. Onlar bu hesablamalardan xəbərsiz olublar. Quranın əsas möcüzəsi rəqəm üzərinə qurulmayıb. Bəzi rəqəmlər var ki, o Quranda tutmaya bilər. O zaman biz Qurana inanmamış mı olacağıq? Bu doğru qəbul edilmir. Ona görə də sadəcə, hətta bir nümunə də deyim, Hədid surəsi var. Hədid surəsi dəmir deməkdir. Hədid surəsində hədid sözünü əbcəd hesabına vuranda, əbcəd hesabı nədir, əziz Seydim? Tamaşaçılarımızdan bilməyənlər ola bilər, qeyd edeyim. Ərəblər hərfləri rəqəmlər kimi istifadə ediblər. İslam dininə qədər və yaxud da rəqəmlər kəşf olunana qədər hədid sözünü rəqəmləşdirəndə əbcəd hesabı ilə 26 rəqəm olur. Bu da Mendeleyev cədvəlində dəmirin 26-cı yerdə olduğunu göstərir. Və yaxud da qarşısına müəyyənlik artikli artıranda, əl-hədid sözü qoyanda, bu da 57, 56, 57, daha doğrusu 56 rəqəminə münasib olur əbcəd hesabı ilə. Bu da dəmirin atom kütləsinin 56-57 olduğunu göstərir. Bəziləri bunun üzərindən Quranın möcüzə olduğunu qeyd edirlər. Biz buna çox etimad göstərmirik. Quranın əsas möcüzəsi onun üslubudur. Elədir. Quranın xitabıdır, Quranın insanlara Allah tərəfindən endirilməsi və mesajıdır. Məncə birinci elə möcüzə buradan qaynaqlanır. Bəli. Hətta elə ifadələr var ki, Quran-ı Kərimdə insan oxuyanda tükləri biz olur. Yəni bu birbaşa mənə mi xitab eləyir deyə. Məsələn, bir dənəsinin çox aktual olanlarından biri icazənizlə suallarımız çoxdur, söyləyin. Qeyd eləmək istəyirəm. Deməli, Hucurat surəsində qeybətlə bağlı bir ifadə var. İnsanların arxasınca danışmayın deyə, bir-birinizin qeybətini eləməyin. Sizdən hər hansı biriniz ölü qardaşının ətini yeməyi xoşlayarmı? Deyə sanki biri oturub qarşımızda... Ağır bir təhdid var. Bəli, qarşımızda oturub və bizə sual verir. Davamında cavabını da verir. İyrəndiniz eləmi? Yəni, mən bunu bir dəfə oxuyanda, əziz Seydim, tələbələrdən biri o son cümləni demədən əvvəl biri qardaşınızın ətini yeməyə xoşlayarmı deyəndə tələbə belə bir iyrənmiş kimi oldu. Mənim bu necə ifadədir deyə. Davamında dedim ki, iyrəndiniz eləmi? Tələbə diksindi. Bu Quranda mı keçir dedi? Dedim, bəli. Mənim sanki insanla biri danışırmış kimi hissi. O hissi Quran-ı Kərim insana verir. Ağır bir təhdiddir. Bəli, bəli. Çox təşəkkür edirəm. Buyurun. Çox gözəl bir izah oldu və düşünürəm ki, bəlkə də 100 minlərin bilmədiyi bir informasiyanı da Quran elmi ilə bağlı gündəmə daşıdınız. Buna görə sizə təşəkkür edirəm. Buyurun xanım redaktor, növbəti sual.
Hər vaxtınız xeyirli olsun, uğurlu olsun. Bütün İnam komandasını salamlayıram və bu verilişi ərsəyə gətirənlərin hamısına təşəkkür eləyirəm. Gözəl bir verilişdir. Hamımızı çox sevirik. Mən bütün hər gün sizinlə imsak eləyirəm, sizinlə iftarımı açıram. Sizə təşəkkür eləyirəm. Mənim bir sualım var. 74 yaşım var. Mən təravih namazları qılıram 20 rükət. Amma bir şeyi bilmək istəyirəm ki, mən təravih namazlarından sonra 3 rükətli vitr namazımı qılım, yoxsa təheccüd namazı qılıram gecə. Ondan sonra qılmalıyam. Təşəkkür edirəm. Bizə verdiyiniz dəyərə görə minnətdaram. Biz də belə bir dua edirik bizi sevənlərə, bizə dəyər verənlərə. Bu əziz gündə, Quran ayında, mələklərin seyr etdiyi bu məqamda Allah da sizləri sevsin, sevindirsin inşallah. Buyurun, Faiq müəllim. Seyidim, bu daha çox Əhl-i Sünnə məktəbi ilə bağlı bir sualdır. Təravih namazını, indi xanım 74 yaşında, maşallah, təravih namazını 20 rükət qılır, amin inşallah. Neçə 10 illər İnamın işığında bizə səsli mesaj göndərsin, buyurun. Bəli, maşallah. Deməli, 8 rükət də qıla bilər. Əsas 8 rükət götürülür. Yəni, çox yorulmasın deyə 20 rükətə qədər qaldırmaya bilər. Vitr namazına gəlincə, vitr namazı təravih namazından sonra qılınır. Həmən sonra qılınan bir namazdır. Yəni, təheccüd namazını da vitr namazından sonra qılsa daha uyğundur. Yəni, bir görüşdə... Öncə təravih namazı, sonra vitr namazı qılınır, sonra da təheccüd namazı qılsın. Digər görüşdə necədir? Şiə məktəbində, Cəfəri məktəbində təravih namazı anlayışı yoxdur, amma gecə namazları var. Yəni, gecə namazlarını, vitr namazını qılır, sonra gecə namazlarını qıla bilər. Təşəkkür edirəm, minnətdarım. Növbəti sual. Allah tutduğumuz oruçları, qıldığımız namazları dəvgahında ali dərəcədə qəbul etsin inşallah. Seyyidim, sizə bir-iki sualım olacaq. Mümkünsə maraqlandırın, cavablandırın. Bir dəfə də yazdım, cavab ala bilmədim. Çox-çox xahiş edirəm. Namaz qılarkən namazda Sübhanallah deyilməlidir, yoxsa Sübhanallah. Bir də dəstəmaz alarkən, dəstəmazda vacib deyilməlidir ki, vacib qürbətən iləllah. Təşəkkür edirəm. Milyaz müəllim cavablandırmamışdan öncə Quran ustadı. Haqqınızı halal edin. 10 minlərlə əgər bir gün içərisində suallar gəlirsə və İnam komandası xanım redaktorun rəhbərliyi ilə çox böyük çətinliklər içərisində seçim edə bilir. Görürsünüz, dərhal Allahın izni ilə sizi gündəmə daşıdı və dediyiniz sözlər də kəsilmədən birbaşa canlı efirə daşınır. Buyurun. Öyle Seydim, biz de şahid oluruq. Allah razı olsun. Həqiqətən İnam komandası Ramazan ayında çox gərgin işləyir. Biz o Allah razı olsun. Siz də komanda gəldiyini üzvüsünüz. Görürük. İzləyicilərimizi də incik salmamaq üçün çalışırsınız, əlinizdən gələn edirsiniz. Allah sizlərdən razı olsun. Biz bir komandayıq. Bəli. İzləyicimizin sualına gəlincə, öncə onu qeyd edeyim ki, namaz Quran-ı Kərimdə insanı Allaha yaxınlaşdıran bir ibadət olaraq səciyyələndirilir. Namaz qılın ki, o sizi yaxınlaşdırsın Allaha. Eyni zamanda qurban kəsməkdə, Kövsər surəsində həm namaz qılmaq, həm də qurban kəsmək Allah yolunda bu cür səciyyələndirilir. Və namaz əsnasında qiraət məsələsi, qiraətin düzgün olma məsələsi. Xanım da Sübhanə sözündə sin hərfini orada Sübhanə yoxsa Subhanə deyə söyləməyin daha doğru, hansının daha doğru olduğunu bilmək istəyir. Bəli, tələffüz edərkən sin hərfi incə hərflərdəndir. Yəni, biz bilirik ki, ərəb dilində s səsini verən bizim əlifbadan fərqli olaraq 3 hərfimiz var. Pəltək sə hərfidir, sin hərfidir və qalın istila xüsusiyyəti olan sad hərfidir. Təbii ki, çox əslində incə bir məqama toxundu izləyicimiz. Ona görə ona təşəkkürümüzü bildiririk. Hərflərin bu xüsusiyyətləri, onların lazımı xüsusiyyətləri adlanır ki, bu xüsusiyyətlərdə hər hansı bir xətaya yol verməyimiz, yəni sini sad kimi və ya sadı sin kimi oxumağımız
çox vaxt mənanın dəyişməsinə gətirib çıxara bilər. Elədir. Bu da ibadət əsnasında baş verərsə, ibadətimiz nöqsanlı olar. Subhanə sözündə sin hərfidir, incə hərfdir. Tam üyləşdirmək də sübhanə şəklində oxumaq da yanlışdır. Subhanə oxumaq da yanlışdır. Yumuşaq u, subhanə şəklində tələffüz etmək daha doğrusudur. Yenə deyirik, bu təbii ki, izləyicimizin səmimiyyətini göstərir. Namazda əsas olan təqvadır, səmimiyyətdir. Bu məsələlər işin şəri, formal tərəfləridir. İnşallah bu şəkildə icra etdiyi təqdirdə daha mükəmməl olar. Bəli, qəbul. Allah razı olsun. Azərbaycan xalqı inançlıdır. Allah sizlərdən razı olsun ki, Azərbaycan İlahiyyat İnstitutunun elm sahibi olan, irfan sahibi olan, əxlaq sahibi olan, bax, sizin kimi ustadlar gəlirsiniz, İslamın doğrularını, İslamın təməli prinsiplərini, İslamın gətirdiyi qaydaları olduğu kimi aşılamağa çalışırsınız və ondan da məlumatınız olsun ki, İnamın işığında Azərbaycan İlahiyyat İnstitutunun çoxluğunun iştirakından əndişələnənlər var. Cəhalətin, xurafatın, girovluğunda əsir qalan bir neçə şəxslər ki var. Onların bazarlarını bağlayırsınız. Çünki insanların dini duyğularının istismar olmasına İnamın işığında ideoloji baxımdan apardığımız işin nəticəsi göstərir ki, ciddi cəhddən onları zərərsizləşdirirsiniz. Təbii ki, bir komandayıq, ancaq İlahiyyat İnstitutunun müəllimlərinin peşəkarlığı bu sözü mənim deməyimə zərurət yaradır. Təşəkkür edirəm. Buyurun. Assalamu aleykum Seyid, axşamınız xeyir olsun. Seyid, Allah olsun namazınızı qəbul edəsin. İnşallah bu birinci Qədir gecəsi mart ayının neçəsinə təsadüf edir inşallah. Onu deyərdinizdə bilərdik. Allah qəbul edəsin. Gözəl dualarınıza təşəkkür edirəm. Allah Teala bizləri Qədir gecələrinə, sonra bayrama qovuştursun. Bayramdan sonra Şəvval, ondan sonra neçə-neçə uzun-uzun 10 illər içərisində iman, təqva heysiyyatı ilə yoğrulmuş könül sahibliyi ilə uzun ömürlər içərisində İnamın işığında, bax belə canlı efirdə bizlərə də qovuşmağa nəsib etsin. Arada bir özümüzə də dua etməliyik. Hülyas mən buyurun. Əsəlim, Qədir gecələrini Faiq müəllim inşallah anladar. Mən icazənizlə izləyicimiz yenə də narahat qalacaq. Onun ikinci sualı var. Buyurun, buyurun. Qoy tam cavab verin. Adətən bu Elvisal müəllimdə belə bir xarakter, xüsusiyyət var. Dərhal deyir, yox, o birisi sualı oradaydı, bunu cavablandırmaq lazımdır. Tam olmadı cavabım. Bu Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin həssaslığıdır. Sağ olun, Allah razı olsun. Diqqətçil olmasının, işinə peşəkar yanaşmasının əyani sübutudur. Buyurun. Sağ olun, Allah razı olsun. İnsanıq, nəticə itibarilə bəzən unutqanlıq ola bilir. İzləyicimiz ikinci sualı belə idi ki, dəstəmaz əsnasında qürbətən, vacib qürbətən ilallah demək lazımdırmı, vacibdirmi? Mən də orada qeyd elədim ki, namaz insanı Allaha yaxınlaşdıran ibadətlərdəndir və namazın da ön şərtlərindən biri dəstəmaz almaqdır. Doğrudur. Dəstəmaz alma əsnasında da niyyət etdikdə, niyyət edirəm dəstəmaz almağa, qürbətən ilallah demək, sözünün mənası dəstəmaz alıram Allaha yaxınlaşmaq üçün. Qürbətən ilallah, Allaha yaxınlaşmaq üçün. Dolayısıyla həm dəstəmaz, həm də namaz insanı Allaha yaxınlaşdırır və bu şəkildə niyyəti ifadə eləmək savabdır. Qürbətən ilallah desə daha yaxşı olar. Ustad belə olar, həssas, diqqətçil, vəfalı. Buyurun. Qədir gecələrlə bağlı sual verdi. Qədir gecəsi... Görürsün, müəllimimiz şərait yaradır. Buyurun. Sağ olsun, hər zaman dəstək olur. Buyurun. Deməli, Qədir gecəsi biz martın 1-dən başlamışıq Ramazan ayında oruç tutmağa. Deməli, martın 1-dən götürsək, martın 18-dən 19-una keçən gecə bu bir Qədir gecəsidir. Sonra 20-sindən 21-nə keçən gecə ikinci Qədir gecəsidir. Bir də 22-sindən 23-ünə keçən gecə üçüncü Qədir gecəsi və sonuncu Qədir gecəsi də 26-sından 27-sinə keçən gecə. Seyidim, burada bir məsələ var. Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis gəlir ki, son 10 günü daha çox, son 10 günün tək günləri
Elə. Qədir gecəsi üzərində durulur. Ona görə də son 10 gün Ramazan ayının ən mübarək gecələrdir. Elə. Quranın bu son 10 günlüyündə nazil olması rəvayəti var. Ona görə də bu son 10 günün tək gecələrini daha çox ehya etsələr və o günlərdə dualar eləsələr, etikafa çəkilən olarsa və yaxud da özünü ibadətə verən olarsa, bu son 10 günün tək gecələrində bu ibadətlərlə davam etsə, dualar etsələr, inşallah Allah dərgahında bu dualar qəbul olar və geri çevrilir. Allah razı olsun və bu arada illərdir ki, biz bunu həyata keçiririk. Keçən il Azərbaycan İlahiyat Üniversitesi müəllimləri ilə də bərabər biz Qədir gecələrini bol-bol Space televiziyasının mübarək səbəbi ilə, rəhbərliyin birbaşa dəstəyi ilə, çünki dövlətimizin mənəvi dəyərlərlə bağlı dövlət siyasətinə verdiyi böyük fədakarlıq nəticəsində bol saatlar içərisində həyata keçirdik. Miryaz müəllimin, Kövsər müəllimin, orada İbrahim müəllimin, Vüqar müəllimin, Əhməd müəllimin çox böyük fədakarlıqları oldu və yenə də çalışacağıq ki, artıq televiziya rəhbərliyi bununla bağlı bizə dəstək verir. Biz Qədir gecələri yenə də İnamın işığında canlı efirdə olacaq, Quran xətimlərini həyata keçirəcək, şəhidlərimizə, ulu öndərimizə, haqq sahiblərinə. İnanıram ki, yenə də xalqımızla müştərək dualaşacağıq və əhalimizin mütləq çoxluğu İnamın işığında həmin gecələri məscidlərə gedə bilməyənlər bizlərlə bərabər ibadətlərini rahat bir şəkildə həyata keçirə biləcəklər. Təşəkkür edirəm. Sponsora keçid edəyin. Tələsmirsiniz. Yaxşıyıq biz. Maşallah. Allah göz versin. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan Cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Bir daha bizi yeni izləyən izləyicilərimizi salam və dualarımla deyirəm. Allah hər birinizi qorusun. Allah itaət və ibadətlərimizi qəbul etsin. Bəli, dəyərli qardaşlarım, İnamı canlı efirdə, sosial şəbəkələrdə, İnamın YouTube kanalında çoxlu sayda izləyicilərimiz izləyir. Ardıcı olaraq suallar ünvanlayırlar. Müslüm adlı izləyicimiz yazır ki, insanın haqqına girilir. Ramazan olsa belə oruç tutmayıb, tutanı təhqir edir, günahına girirlər. İnsan istər-istəməz kiməsə ürəyini açır və bunda qeybət olurmu? İstər-istəməz olur da adam ürəyini açır. Bu qeybətdirmi? Əlbəttə, əziz Seydim. Qeybət nə qədər iki yerə bölünsə də, yəni gözəl sözlər söyləmək və ya birinin haqqında mənfi sözlər söyləmək, amma onun qiyabında söylənirsə, yəni o orada, o əsnada yoxdursa, bu qeybət sayılır. Amma İslam alimləri deyir ki, başqası haqqında gözəl sözlər söyləmək bu günah olaraq sayılmaz. Çünki nəticə etibarilə onun şəxsiyyətinə, onun mənliyinə xələl gətirmirsən. Əksinə, onun gözəl xüsusiyyətlərini ön plana çəkərək digərlərinin yanında ona etimad qazandırırsan.
Amma bir də bir şəxsin haqqında mənfi sözlər söyləyib, onun mənliyinə, şəxsiyyətinə xələl gətirəcək və insanların ona olan etimadını, güvənini azaldacaq sözlər söyləyirsənsə, bu qeybətli və təbii ki, Peyğəmbərimizin də hədislərində vurğuladığı məhz böyük günah sayılan bu əməldir. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. İmsak vaxtı bitdi eləmi? Saniyələr qalıb, çaydan, sudan istifadə edə bilərsiniz. Əziz izləyicilərimiz, Bakı vaxtı ilə imsak vaxtı artıq saniyələr qalıb. Bizim YouTube kanalımıza Fidan Hüseynova izləyicimiz yazır ki, əgər özün qeybət etmirsənsə, qeybət edən şəxsin yanında əyləşirsənsə, qulaq asırsansa, bunun nə kimi cəzası var? Məsələn, kimsə danışır və məcbur olub deyir, onu qulaq asırsan, yəni onun danışdıqlarına dinləməyə məcbur olursan. Faiq müəllim, artıq imsak vaxtıdır, Bakı vaxtı ilə əziz əzizlərimiz. Buyurun. Qeybət edən şəxsin yanında oturmaq və yaxud da qeybətə dinləmək də günah sayılır əslində. Çalışmaq lazımdır, oradan ya uzaqlaşaq. Bəzən uzaqlaşa bilmirik. Yaxud da ki, qeybət edən şəxsi xəbərdar edək. Mütləq etməmiz lazım. Bəli, bu artıq sussaq günahdır mı? Susub dinləmək ondan razılaşmağa gətirib çıxara bilər. Elə insanlar var ki, onlara cəsarət edib nəsə demək olmur, bəzi insanlarla bağlı və yaxud da incitmək olmur. Ona da münasib bir şəkildə bildirərək və yaxud da söhbətdən uzaqlaşdıraraq başqa bir mövzuya keçirtmək olar. Təşəkkür edirəm. Gülnarə adlı izləyicimiz yazır ki, mən şükür sözünü çox tez-tez ardıcıl istifadə edirəm. Günah deyir ki, bizim bir əməkdaşımız var. Hər an maşallah, maşallah deyir və o qədər maşallah, maşallah deyir ki, artıq İnam komandası onun bir adını maşallah deyə çağırırlar. Buyurun, elə deyildi, yadıma düşdü. Buradan da maşallah salamlayıram. Buyurun. Əziz Seydim, şükür məfhumu İslam ənənəsində çox dərin bir məfhumdur. Şükür sadəcə dildə deyilən bir söz deyil. Ədəbə bağlıdır. Şükür eyni zamanda insanın əməlində də ortaya çıxmalıdır. Hər şeyin şükrü var. Nə kimi? Əgər bizim var dövlətimiz və malımız varsa, onun şükrü ondan sədəqə, zəkat verməkdir. Əgər elmimiz varsa, onun şükrü onu digər insanlarla paylaşmaqdır. Xəsislik etməməkdir. Əgər əlimiz, ayağımız sağlamdırsa, yerindədirsə, onun şükrü günaha getməməkdir, günahdan uzaq durmaqdır. Dilimizin şükrü pis söz işlətməməkdir, qeybət etməməkdir. Yəni, şükür məfhumu sadəcə, ya Rəbbi, sənə şükürlər olsun deməklə bitməz. Bu, əməlimizdə mütləq təzahürünü göstərməlidir. Əmələ bağlıdır. Bəli. Və xanım da tez-tez onu deyir, şükür bir zikir deməkdir, əlhəmdülillah deməkdir. Bunun zikrin çox olması insanın xüsusiyyətinə də öz təsirini göstərir. Buna görə də çox deməyinin faydası var ki, zərəri yoxdur. Təşəkkür edirəm. Bir izləyicimiz isə deyir ki, mənim çoxlu sayda yazır ki, nəzirlərim var. Nə qədər nəzir etmişəm, onları unutmuşam. İndi nə etməliyəm? Pul ya ərzaq, bunu necə verə bilərəm? Əgər mümkündürsə, nəzir nə ancaq unudub. Bəli, daha çox nə elədiyinə bağlıdır. Nəzir əgər maddi bir şeylə qarşılıq verməksə və ya birinə bir deyir, məsələn, ərzaqla bunu edə bilərəm mi? Ərzaqla eləyə bilər və yaxud da maddi olaraq yardım eləyərək, sədəqə verərək də bu nəzrin qarşılığını göstərə bilər. Allah razı olsun. Miryaz müəllim, biz monitorinq aparırıq. Baxırıq ki, bir qrup insanlar var. Yeri gəldi, gəlmədi, nəzir deyirlər. Sonrası dedikləri, etdikləri o nəzirin sayının çoxluğundan unudurlar. Birdən ayrılırlar ki, Allah qəbul etsin bütün nəzirləri xeyrisilə. Mən bu qədər nəzirlər demişəm, mənim indi buna maddi tərəfdən gücüm çatmayacaq. Məncə bu nəziri də vərdiş halına gətirməməliyik. Bu alışqanlıq kimi sanki bir qrup insanlar var, onlarda formalaşıbdır. Buna qısa bir cavab istəyəcəm. Bəli, Seydim. Allah Teala insanı
gücü daxilində Bəli. məhsul tutar. Həm fiziki, həm maddi, həm mənəvi. Biz Qurani-Kərimdə baxırıq, onun bizə vacib buyurduğu, fərz buyurduğu əməllərə də görürük ki, insanın gücünü aşmayan əmrlərdir bunlar. Biz də Allahla öz aramızda bir bağ, bir əhd bağladığımız zaman gücümüzü nəzərə almalıyıq. Və sizin də çox gözəl qeyd etdiyiniz kimi bunu adiləşdirməməliyik. Vərdiş halına gətirmək. Və təbii ki, gücümüz daxilində, qüvvəmiz daxilində bu nəzirləri biz Allaha söz verməliyik və mərhələli şəkildə də çalışmaq lazımdır ki, onları yerinə gətirək. Çox üzr istəyirəm, əziz qardaşım, ustad. Bakı vaxtı ilə azan vaxtıdır. Tələbəniz, indi isə gənc ilahiyyatçı olan Əmrah Eminovu dəvət edirəm. Əziz izləyicilərimiz, biz hər iki görüşün əzanını səsləndiririk. Növbə indi digər görüşündür. Gənc ilahiyyatçı Əmrah Eminov. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح. حي على الفلاح. حي على خير العمل. حي على خير العمل. الله أكبر، الله أكبر. لا إله إلا الله. لا إله إلا
İndi isə icazənizlə dua anıdır. Çünki ekran qarşısında yüz minlərlə insanlar duamızı gözləyirlər. Qurban olum Allahım, sən eşidənsən, sən bilənsən, sən sonu gəlməyən əbədisən. Sən Qur'an-ı Kərimi müqəddəs Ramazan ayında indirərək könüllərimizə, qəlbimizə fərəh verib, bizlərə doğru yolu göstərən, ayrı edən tək sənsən, ya Rəbbim. Ya Rəbbim, yenilməz gücün və qüdrətin sahibi olduğun izzətinə and içirəm. And içirəm, ya Rəbbim, yalvarıram Məhəmməd-i Mustafa eşqinə. Yalvarıram sənin pak əhli beytin eşqinə. Yalvarıram siddiqlərin, sadiqlərin, müttəqilərin, Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, birinci, ikinci, Qarabağ şəhidləri eşqinə. Ya Rəbbim, dualarımızı qəbul buyur, qəbul et, ya Rəbbim. Ya Rəbbim, oruç tutub, namaz qılıb, yardımlaşan, paylaşan, nəfsani istəklərinə yox deyən bütün könül sahiblərinin könlünü fərəhlə bəzə, abad elə, ya Rəbbim. Bu an sosial şəbəkələrdə, YouTube kanalımızda, Space televiziyasını izləyərək ekran qarşısında bizi izləyən, əl qaldırıb, əl də qaldırmayıb, dualarıma pıçıltıları ilə amin, amin deyənlərin, ya Rəbbim, könlünü fərəhlə doldur, ya Rəbbim. Bütün çətinliklərimizi xeyirlisi ilə asanlaşdır. Ey çarəsizlərin çarəsi, ey kimsəsizlərin kimsəsi, sən bizə bəs edərsən. Nə gözəl vəkil, nə gözəl dost, nə gözəl yar, nə gözəl himayətçimiz sənsən Allahım. Bizləri sahibsiz buraxma, ya Rəbbim. Ya Rəbbim, övladlarımızı hər cür bəla və müsibətlərdən, ani ölümdən, dərdinə əlac tapılmaz xəstəliklərdən, avtomobil qəzalarından, təyyarə qəzalarından, ya Rəbbim, cinlərdən, şeytanlardan, vəsvəsələrdən, pis, zərərli vərdişlərdən özün mühafizə elə. Övladlarımızı atasız, anasız, yetim, kimsəsiz, boynu pükük buraxma, ya Rəbbim. Allahım, şəhid doğmalarına, şəhid övladlarına, şəhid yarlarına, şəhid bacı və qardaşlarına, şəhid ata və analarına Həzrəti Əyyubun səbrindən verib onlara güc ver, onları gücləndir, ya Rəbbim. Qazilərimizə can sağlığı ver. Yüzlərlə qazilərimiz bizə yazırlar, səsli mesaj göndərirlər. Minlərlə şəhid doğmaları Allahım bizlərə dəyər verirlər. Sən onları onsuz da dəyərli qərar vermisən, onlara və xalqımıza sağlam can ehsan et. Ya Rəbbim, quruda, havada, dənizdə bizi qoruyan Azərbaycan silahlı qüvvələrini özün qoru, ya Rəbbim. Ya Rəbbim, ərşdə sən özün Qarabağın xilaskarı, Qarabağın fatihi, Müzəffər Ali Başkomandan İlham Əliyevi sən özün seçdin. Ona qətiyyət, ona iradə, ona güc, ona hünər verdin. İndi isə deyirəm, ona səbir ver, onu daha çox gücləndir. Ya Rəbbim, onun ətrafında yenilməz ordumuzu onun əmrinə tabi olaraq Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, 1-ci Qarabağ müharibəsinin aslanları kimi, ya Rəbbim, səfərbər edərək, onun əmrinə tabi etdirərək, əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azadlığın fəthini ehsan etdin. Bu fəthi bizlərə ehsan edən Rəbbim, həmd və sənalarımızı, şükürlərimizi qəbul edib, şəhidlərimizə rəhmət et, qazilərimizə can sağlığı ver. Allahım, Azərbaycan dövlətinin, Azərbaycan xalqının daxildə və xaricdə olan düşmənlərini sən hamıdan yaxşı tanıyırsan. Onlara fürsət vermə, ya Rəbbim. Xüsusi olaraq qəsbikar, təcavüzkar düşmənə dəstək verən, onları müharibəyə
sövq edən və onun üçün çalışan ölkələri və həmin ölkələrdə Azərbaycanın əleyhinə olanları hamıdan yaxşı tanıyırsan. Elə həmin ölkələrdə onların başlarını özlərinə qat, ya Rəbbim. Bir daha millətimizə, dövlətimizə, ya Rəbbim, dərd vermə. Çiyinlərdə övlad tabut apartma, ya Rəbbim. Ya Rəbbim, soyuqda, çovğunda, qarda, yaz ayı gəlir. Birazdan istidə bizi düşmənlə üzbəüz sərhəddə keşiyimizi çəkən, səngərdə olan, səngərdən də kənarda cəsarətlə yürüyən, bizi qoruyan, ya Rəbbim, qəhrəman zabit və əskərlərimizi düşmən hiləsindən, düşmən gülləsindən hər bir an özün mühafizə edərək öz əmanətində saxla. Xəstələrimizə şəfa ver, ya Rəbbim. Subay oğul və qızlarımıza xeylisi ilə toy qismət elə, ya Rəbbim. Övladı olmayanlara bir nütfə sudan övlad ver, ya Rəbbim. Övladlarına, ailələrinə söz verən kişilər var, ərlər, atalar var. Döz, kirayədən çıxacaq, növbəti aylarda, növbəti ildə ev alacaq deyənlər var. Onların tezliklə ev alması üçün onlara yoxdan qapı aç, ruzi yetir, ya Rəbbim. Borçlular var, söz verirlər, bugün sabah ödəyəcəm, utanıb xəcalət çəkirlər. Onların borçlarını verməsi üçün onların fiziki və maddi güclərini artır. Elə bu an ekran qarşısında bizi izləyən, dualarıma amin, amin deyən hər bir kəsin hansı istəyi, hansı diləyi, hansı arzusu, hansı hacəti varsa onları xeylisi ilə hasil eylə, ya Rəbbim. Amin. Ekran qarşısında dualarıma amin deyən könül sahibləri, dualarınızda inşallah mən günahkar, bəndəni də unutmayın. Sponsora kesid edir icazənizlə. Yoxsa dua davam edəcəkdir. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətə malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Ayrıca olaraq mən dua edərkən artıq yüzlərlə izləyicilərimiz amin, amin deyirlər. Xanım redaktör mənə məlumat verir və mənə də ayrıca dua etdiyinizi bildirirsiniz. Xahiş edirəm, dualarınızda İnam komandasını mütləq xatırlayın. Allah köməyiniz olsun. Buyurun, sualı qoşa bilərsiniz. Hoş sohbetler var. Dinlemekten bıkmıyorum. Keşke daha çok konuşsalar, keşke daha çok konuşsalar diyorum. O kadar seviyorum sizleri. Tekrar diyorum hayırlı Ramazanlar, hayırlı bayramlara erişin efendim. Tüm Azerbaycanlı kardeşlerime, halkına kucak dolusu sevgi, selam. Yaklaşan bayramlarını kutluyorum. Hepinize sağlık, sıhhat diliyorum efendim. Allah razı olsun dəyərli qardaşımıza, hocamıza, kimdirsə var olsun. Qardaş Türkiyədən və digər ölkələrdən bizi izləyən yüzlərlə deyil, 10 minlərlə Azərbaycan sevərlərimiz var.
vətənsevərlərimiz var. Hər birinə təşəkkür edirəm. Dualarımız müştərəkdir. Allah var etsin. Deyir, bilirsənsə danış, ibrət alsınlar. Bilmirsənsə sus, adam sansınlar. Allah Yunus Əmriyə rəhmət etsin. Sizlər danışırsınız, mən də sizin kölgənizdə dua edirəm. Adam söyləyir ki, qoy danışsın. Buyurun, növbəti sual. Sabahınız xeyir olsun. Qonaqları da salamlayıram. Allah tutduğunuz oruçları, qıldığınız namazları ali dərəcədə əksikləri ilə qəbul eyləsin. Amin. Belə bir sual vermək istəyirəm. Namaz qılarkən elə bir zöhr namazını qılıram. Onun ardınca da əsr namazını qıla bilərəmmi? Yəni əsrin hələ vaxtı çatmamış. Məsələn, bir yerə gedirəm, ya evdə olmayacam, ya başqa yerdə qıla bilməyəcəm. O iki namazı birləşdirib dalbadal ard-arda qıla bilərəm. Təşəkkür edirəm. O gözəl istən, könlünüzdən süzülüb gələn dualarınıza görə minnətdaram, dəyərli izləyicimiz. Milyaz müəllim, buyurun. Bəli, əziz Seydim. Təbii ki, ibadətlərin yerinə yetirilməsi məsələsində biz Peyğəmbərimizin tətbiqatına baxacağıq. Xüsusilə namazın birləşdirilməsinə dair hədis hər iki hüquq məktəbinin etimad etdiyi, İslamın böyük mühəqqiqi, mühəddisi, müfəssiri adlandırdığı İbn Abbasdan rəvayət olunur. Bu, hər iki hüquq məktəbinin hədis qaynaqlarında da bu hədisə rast gəlmək mümkündür. İbn Abbas qeyd edir ki, Peyğəmbərimiz Mədinədəykən günorta 2 azan, 2 iqamə ilə, yəni ayrı-ayrılıqda azan verdirdi, iqamə oxundu, günortama namazını qıldırdı, ardınca yenə azan verdirdi, iqamə oxundu və əsr namazını qıldırdı. İkinci dəfə. Bəli. Yəni, buna birləşdirmək deyəndə bəzən yanlış anlayırlar, sanki namazı namaza calaq etmək deyil, ard-arda qılmaqdan gedir söhbət. Yenə axşam namazını, amma bu dəfə bir azan verdirdi, iqamə oxundu, axşam namazı qılındı, ardınca isə azan verilmədi, iqamə oxundu. Bu dəfə işan demək bizim xiftən namazı qıldırdı. Yəni Peyğəmbərin tətbiqatında namazları ard-arda qılmaq və ya qıldırmaq mövcuddur. İnsanlar rahat bir şəkildə bu cür hallarda bir yerə gedəcək, qəzaya getməmək. Çünki hüquq məktəblərindən birinə görə bilirsiniz ki, 5 dəfə ayrı-ayrılıqda qılınır. Digər hüquq məktəbinə görə isə günorta ilə əsr, axşamla xüftən isə ard-arda birləşdirilərək qılınır. Rahat bir şəkildə namazlarını bu şəkildə iade edə bilərlər. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Buyurun. Sabahınız xeyir. Tutduğumuz oruçları, qıldığınız namazları Allah qəbul etsin, biz də onun üçün də amin. Seydim, mənim belə bir sualım var. Mənə deyirlər ki, namaz qıla bilmirsənsə, oruç tutmağın yeri yoxdur. Yəni onu Qurban Allah öz qatında qəbul etmir. Çox vaxtı belə deyirdilər. Amma mən orucu bacarıram, namazı qılmağı bacarmıram. Telefonda qulaq asıram ki, öyrənim, amma dilim onu eləmir. Dilim dolaşır. Sizcə mənim orucum qəbuldur, yoxsa yox? İnşallah onu da öyrənərsiniz. Faiq müəllim, buyurun. Allah qəbul etsin bu arada. Allah qəbul eləsin. Xanımın ibadət mövzusundakı sualında belə bir məsələ var. Hər ibadət fərdi bir xarakter daşıyır. Təbii ki, namazın öz fərzliyi öz yerindədir. Orucun fərz olması başqa bir yerdədir. Yəni birini o birinə bağlamaq çox da uyğun deyil. Biz onsuz da orucu tutmalıyıq. Bu bizim üzərimizə fərzdir və xanımın da sadəcə oruç tutub namaz qılmaması orucu batil eləmir. Elədir. Oruca aid olan hökmü xanım yerinə yetirmiş olur. Bu çox mübahisə doğuran. Birini etmiş olur, birini isə etməmiş olur. Bəli, digəri isə namaz isə askıda qalır və inşallah namazı da öyrənər, qılar, qısa zamanda Allah yol açar, zehnin açıqlığı verər. Layiqli bir cavabdır. Həm də Milyaz müəllim, həmişə biz Faiq müəllim inanmışanda deyirdik ki,
illərdir ki, oruç tutanlara inşallah namaz üçün bir vəsilə olar, bir keçid olar. Və çox maraqlıdır ki, illərdir biz görürük ki, yüzlərlə insanlar növbəti Ramazanda artıq oruç da tutduqlarını və namaz da qıldıqlarını bizə bildirirlər və bunun şükranlığını yaşayırlar. Biz də belə təmənna edək, qoy dualarımız ərşə ucalsın, əşdə Rəbbim inşallah xeylisilə ol desin. Heç adamlar var, heç ikisini də icra etmir. O qədər də nigaran və narahat qalmırlar. Allah onlara da kömək olsun. Allah onları da bu ibadətlə, bu oruc və namaz ibadəti ilə tanış etsin. Amin. Xeyirlisi ilə, imanla. Buyurun. Sabahınız xeyir. Bilmək istəyirəm ki, sabah çərşənbədir, 18-i, bir də 21-i bayram, Novruz bayram günlərinə düşdüyünə görə, eşitdiyimə görə oruç tutmaq günahdır. Sizcə bu doğrudurmu? Allah razı olsun. Öncədən çərşənbənizi təbrik edirəm dualarımla. Miryaz müəllim, bu yeni fətva mı veriblər? Kim verib bunu? Əziz Seydim, normalda biz belə qarşılaşırdıq ki, elə inamın işığında belə suallar gəlirdi ki, Ramazan ayında çərşənbəni qeyd etmək nə dərəcədə doğrudur? İrəliləş var artıq, hə? Bəli, bu dəfə əksinə oldu. Xeyr, biz qeyd eləmişik inamın işığında bu mövzu ilə bağlı. Novruz bayramı bizim milli bayramımızdır. Novruz bayramından öncə bizim qeyd etdiyimiz 4 çərşənbə ki var, bunlar da bizim milli bayramımızın atributlarıdır. Ramazan isə oruc ayıdır milli bu isə dinidir. Bizim dini Allahın vacib buyurduğu aydır. Biz çərşənbəmizdə də oruc ibadətini yerinə yetirəcəyik. Hətta çərşənbə axşamı iftar süfrəsi açsaq, daha fəzilətli, daha savab, xeyir bir əməl işləmiş olaraq. Minnətdaram, Allah razı olsun. Buyurun. İstəyirəm Seyidim. Bu sual, biz keçən dəfə bir xanım da buna bənzər bir sual vermişdi. Biz demişdik ki, müəllim, bayram günlərində oruç tutmaq haramdır. Biz dini bayramları nəzərdə tutmuşduq. Qurban və Ramazan bayramı günündə oruç tutmaq haramdır. Bəli. Bu xanıma deyilən sözdə yəqin ki, bizdən qaynaqlanmaz. Bizim dediyimizin səhv başa düşülmüş. Yox, bizdən qaynaqlanmaz. Biz inamın işığında açıq şəkildə bildiririk və dəfələrlə də bəyan edirik. O kimsə birilərinin mənəvi dəyərlərə, dini dəyərlərə, Ramazanın fəzilətlərinə dil uzatmasının göstərməsidir. Bizdə Azərbaycan Diliyyəti İnstitutunun müəllimləri açıq şəkildə, hər kəsin anlaya biləcəyi izahlı bir şəkildə bunu bəyan edirlər. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir olsun. Allah tutduğunuz orucları, qıldığınız namazları qəbul etsin inşallah. Mənim sizə bir sualım var. Mən kətdə yaşadığım üçün imsak vaxtı namazımı qılandan sonra da yatmıram. Mal heyvanla məşğul olduğumuza görə mən mal heyvanla yerini təmizləmək, sağmaq, toğuz üzvəyə baxmaq və mənə maraqlıdır ki, bunları edirəm. Mənim orucumu batil edən bir şey yoxdur ki. Niyə də olsun? Əncələn. Allah razı olsun əziz bacımız, əziz qızımız. Kimdirsə bilmirəm, yəni bacım deyirəm. Siz çox fədakar, əzimkar, şücayətli Azərbaycan xanımısınız. Həm də zəhməti ilə ailəsinə təkan verir. Buyurun. Bu da xoş bir sualdır. Bəli, əziz Seydim. Əksinə xanıma bildirmək istəyirəm ki... Hamımız kətdə yaşamışıq, bilirik o çətinliklər nədən ibarətdir? Kənd həyatının özünə məxsus məşəqqətləri var. Elədir. Xüsusilə Ramazan ayında və Ramazan ayı isti aylarla üst-üstə düşdüyündə daha da biraz, necə deyim, fiziki olaraq çətin gələ bilir insana. Amma o insanların, mən əmin eləmək istəyirəm ki, savabı daha çoxdur. Əlbəttə, üstündür. Və biz Peyğəmbərimizin də həyatına baxdığımız zaman, Peyğəmbərimiz sübh namazından sonra yatmazdı. Və bugün də o ənənə davam elətdirilir və müstəhəb bir, savab bir əməl olduğu bildirilir ki, sübh namazının ardınca
Quran oxumaq və ya Allahı zikr etmək kimi əməlləri yerinə yetirmək daha savab işdir. Bəyəniləndir. Və eyni zamanda Peyğəmbərimizin buyurduğu bir hədisi xatırladım. Xanım da məhz onu icra eləyir fərqində olmadan. Peyğəmbərimiz buyurur ki, kim sübh namazını qılıb, Allahı zikr edib, ruzu qazanmaq üçün evindən çıxarsa, Allah onu axşam evinə dönənə qədər əli boş geri qaytarmaz. Nə gözəl. Yəni, bərəkətli bir işlə məşğuldur. Bəli. Allah işlərini asanlaşdırsın, işlərinə bərəkət versin və orucu nöqsanlı deyil, əksinə orucu daha fəzilətlidir. Daha Bu şəkildə üstündür. də belə Mükəmməl davam bir edir. cavabdır. El-Azərbaycan Rəyat Üniversitetinin prorektoru da, müəllimi də belə cavab verər. Buyurun xanım redaktor. Vaxta baxanda diqqətli olmadım. Elə bildim 05:28-dədir. Ona görə 05:26-da orucu bağladım. Elə ki 05:26-da orucu bağladım. Bir də diqqətlə baxdım, gördüm ki, sən demə 05:23-dəymiş. Yəni 3 dəqiqə yubandım da biraz. Bu günləri orucum batil oldu, yoxsa davam edə bilərəm? Bu sualı da mən cavab verim. İkiniz də biraz dincəlin. Əziz izləyicilərimiz, Allah orucunuzu qəbul etsin. 3 dəqiqə ilə bir şey olmaz. Ona görə imsak vaxtında. Çünki Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi elmi və mənəvi baxımdan cədvəldə ehtiyat vacib nəzərə alınmışdır. Ancaq çalışın ki, o cədvələ uyğun, tərtib olunmuş cədvələ uyğun imsakınızı bağlayın. Fəsadlı bir şey yoxdur. Gözəl. Dedim, biraz istirahət edin. Allah razı olsun. Təşəkkür edirəm. Buyurun. Orucunuzu qəbul etsin inşallah. Allah sizə can sağlığı versin bu gözəl verilişə görə. Sualım belədir. Demək, neçə dəfə bu suallara mən də rast gəlmişəm. Sizin verilişdə cavablandırmışsınız. Bizim də elə bir rayonda evimiz var. Mən ora hər dəfə gedəndə bir namazlarımı tam qılmamışam da, qəsr qılmışam. Amma indi sizin verilişə baxıram, orada suallar olur, sizə cavablandırırsınız ki, yəni əgər sizin rayonda eviniz varsa, orası sizin eviniz sayılır. Yəni orada orucunuzu, namazınızı tam həyata keçirə bilərsiniz də. İndi mən getdiyim vaxtlar mən orada oruclarımı, namazlarımı qəsr qılmışam da, elə bir ki. İndi mən o qıldığım namazları yenidən qılmalıyam bütöv şəkildə. Təşəkkür edirəm. Mən əziz izləyicilərimiz sizə bir daha müraciət edirəm. Siz İnamın WhatsApp-ına ancaq səsli mesaj göndərə bilərsiniz. Çox xahiş edirəm, bunu diqqətə alın ki, siz zəng edirsiniz. Orada komanda üzvlərimizin çalışmasına əngəl yaradırsınız. Anlayışla qəbul edəcəyinizə görə sizə ayrıca dua edəcəyəm. Xahiş edirəm, zəng etməyin, ancaq səsli mesajları göndərin. Minyaz müəllim, buyurun. Bəli, əzizim, səfəri məsələsini xanım soruşdu bizdən. Səfərdə olmaq əslində vaxtı ilə məşəqqət, əziyyət sayıldığına görə Allah Teala orada bəndələrinə rüxsət verir. Bu, həm namaz ibadəti üçün keçərlidir bu rüxsət, həm də oruc ibadəti üçün keçərlidir. Ancaq hüquq məktəblərinin yanaşması burada təbii ki, bir mənalı deyil. Bəziləri bir hüquq məktəbinə görə namaz tam şəkildə iade olunur, yəni yerinə yetirilir. Digərinə görə, yəni bu qəsr, səfər məsələsi hamısında eynidir. Sadəcə ev, ata evi məsələsində bir mənalı deyil. Burada bir aydınlıq gətirin məsələyə. Və təbii ki, açıq aydın bildirək ki, 10 gün məsələsi, əgər 10 gündən artıq qalırsansa, öz evin olmasa belə səfəri sayılmırsan. Yox, əgər 10 gündən az qalacaqsansa, səfəri sayılırsan. Amma hüquq məktəblərindən birinə görə, əgər orası sizin ata ocağınızdırsa, orada siz ömrünüzün müəyyən hissəsini yaşayıb boya başa çatmışsanız və ata ocağı sayılırsa, siz orada tam şəkildə namazı qıla bilərsiniz. Əgər xanım əvvəl qıldığı namazları qəsr qılmışam, onları tam yerinə yetirməliyəm, qəzasını qılmalıyam deyil, xeyr xanım, buna ehtiyac yoxdur. O dönəmdə artıq siz bu şəkildə bunu bilirdiniz, icra eləmişsiniz. İnşallah Allah qıldığınız o ibadəti qəbul etdiyi ibadətlərdən sayar. İnşallah. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Faiq müəllim, sözünüz varmı? Xeyr, əlavə edəcək bir şey qalmadı. Müəllim, maşallah, ətraflı qeyd elədi. Deyin ki, ustadıma necə əlavə edib sözlərinə. Təşəkkür edirəm. Buyurun. Salam, sabahınız xeyir.
Mən bilmək istədim ki, boğaz ağrısı zamanı qarqara eləmək olar oruc vaxtı. Yəni oruc ya mümkün deyil. Öncədən minnətdaram. Təşəkkür edirəm. Allah şəfa versin. Faiq müəllim. Əslində etməsə yaxşı olar, amma qaçınılmazdısa qarqara edə bilər. Lakin çox diqqətli olmalıdır ki, udmaması lazımdır. Təşəkkür edirəm. Allah şəfa versin. Allah Ramazanın ruhuna uyğun bir şəkildə o mənəvi ruhumuzun dirçəlişi prosesinin ən çox verdiyi, yüksəlişinin baş verdiyi, xüsusi olaraq Ramazanın feyzi, Ramazanın keyfi tam fərqlidir. Allah xəstəlik verməsin, heç zaman xəstəlik verməsin. Allah xalqımıza dərd verib, dərman axtartmasın. Amma xüsusi olaraq Ramazanda, bax o ruhu məqamın deyirəm hər zaman, təminatını almaq üçün sağlam canla bayrama qovuşaq inşallah. Xalqımız adına dua edirəm. Buyurun. Sabahınız xeyir olsun. Sizdən bir xahiş edirəm. Namaz qılarkən birdən görürsən ki, yanılırsan. Onun səhvini təzədən qıla bilərsənmi? Onu mənə xahiş edirəm. İzah eləyəsiniz. Əvvəldən minnətdarım bildim. Allah razı olsun. Allah qəbul etsin. Miryaz müəllim. Bəli, əziz Seydim. Bu hüquq kitablarında şəkkiyat bölməsində əslində keçir və bu şəklər müxtəlif qismlərə ayrılır. Bu yanılmaq, unutmaq məsələsi. Baxır, namazın hansı rükünü unudulur? Əgər qiraət unudulur və ya səcdənin biri unudulursa və ya rükü unudulursa, təbii ki, əsas rükünləri unudulduğu təqdirdə namaz yenidən icra olunmalıdır. Yox, əgər dua hissəsində dua unudulsa və ya artıq belə deyək, dördüncü rəkatda xatırlasa ki, əvvəldə orada nəyisə unudub, yenə deyirəm, əsas rükünlərdən getmir söhbət. Orada dua hissəsindən gedir və ya hər hansı bir ayəni əksik dediyi zaman, bu da zaman səhv səcdəsi deyirlər. Xanım ən sonda salamdan sonra niyyət etməlidir, səhv səcdəsi etməyinə, səhv səcdəsi edirəm qürbətən ilallah və bir dəfə səhv səcdəsini yerinə yetirməlidir. Əziz Ustad Miryaz müəllim, dəyərli qardaşım Faiq müəllim, mən sizə təşəkkür edirəm. Sübhün erkən çağında imsaka doğru, artıq imsak da oldu, əzan da oldu, gəldiniz. Bu maarifləndirmə işinin təşkilində Ramazanın fəzilətlərini xalqımızla bölüşmək üçün bizləri, İnam komandasını şəxsim adına söyləyirəm. Məni tək qoymadınız, Allah da sizi tək qoymasın. Ekran qarşısında bizi izləyən, bizə dəyər verən, YouTube kanalımızda, eləcə də sosial şəbəkələrdə, canlı yayımda bizi izləyən, bol-bol bizə dualar göndərən, xüsusi olaraq İnamın WhatsApp-ına minlərlə təşəkkür edən, dua göndərən, şəhid doğmalarına, qazilərimizə, xarici ölkələrdən bizə səsli mesaj göndərib, bu verilişin əhəmiyyətini anlayaraq bizə dua edən hər bir kəsə canı könüldən təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Çoxlu sayda suallar qaldı. Haqqınızı halal edin. Biz o sualları ümumiləşdirib canlı efirə Allahın izni Azərbaycan dövlətinin yardımı ilə, himayəsi ilə çatdıracağıq. İnşallah Allahın izni ilə Rəbbim nəsib edərsə bugün iftara doğru saat 18:00-da yenilməz İnam komandası ilə, sizin inamınızla yenilənən Space televiziyasında canlı efirdə görüşünüzə gələcəyik. Hər birinizi Allaha əmanət edirəm. Dualarınızda bizi unutmayın. Biz də şəxsim adına da söyləyirəm, sizi unutmayacağıq. Uca, əziz Rəbbimiz, canımız, can Azərbaycanımızı qorusun.